Sahil əməliyyatı. Cəmşid Əmirov. 1-ci fəsil. Mühəndis Əzimovun səhvi. 1955-ci ilin avqustun 1-ci yarısı idi. Hər səhər gün olduğu kimi bu dəfə də səhər tezdən Sovetabad şəhərinin zəhmətkeşləri öz istirahətlərini şən və səmərəli keçirmək üçün parklara, bağlara getmişdilər. Mərkəz küçələrdə gediş-gəliş azalırdı. Şəhər Sovetinin qülləsindəki saat 12-ni vuranda Kirov küçəsində bir taksi maşını sağa döndü və Azadlıq küçəsinin tinində dayandı. Maşından ucaboy, sarışın saçlı gözəl bir qadın və alçaq boylu, arıq bədənli, çolaq bir kişi düşdü. Taksinin şoförü onlara baxmadan dodaqaltı dedi. Biraz cəld tərpənən, evdə adam yox, inək məsələsini qurtarmaq lazımdır. Arxayın olun, ələ keçmərik, deyə qadın cavab verdi və çolaq kişinin qolundan tutaraq onu 20-25 addımlıqdakı 5 mərtəbəli qəşəng binaya tərəf apardı. Onlar binanın qarşısından içəri girib gözdən itdilər. Şofer sağlam bədən, ucaboylu bir kişi idi. Onun 35 yaşı olardı. Saçı kürən olduğundan çoxları onu Rıjı deyə çağırırdılar. Rıjı şofer qadınla kişini yola saldıqdan sonra bir papiros yandırdı və səbirsizliklə öz sərnişinlərinin yolunu gözləməyə başladı. O çox narahat idi. Onun rəngi ağarmışdı, qaşları çatılmışdı. Ocaq saatına baxır, gah gözlərini 5 mərtəbəli binaya dikir, gah da taksiyə minmək istəyən sərnişinlərə "Zanitəm, adam gözləyirəm" deyə cavab verirdi. Bu qayda ilə 18 dəqiqə keçdi. Şoferin həyəcanı daha da artdı. O sərnişinlərinin gəlmədiyini görüb qorxmağa başladı. Avtomobilin motorunu işə salıb hazır vəziyyətdə dayandı. Öz-özünə dedi: "Görəsən harda qaldılar? Ələ keçsələr necə olacaq?" Bu fikirdən onu tər basdı. Başını maşından çıxardıb ətrafa baxdı. Sonra dost, Sovet İttifaqına gələndən yaman qorxaq olmusan. Hələ bu ilk tapşırıqdır. Özü də işi sən yox, pulla satın aldığın başqa adamlar görür. Bəs sonra daha çətin tapşırıqları yerinə yetirmək lazım gəldikdə nə edəcəksən? Biraz səbirli ol. Daha 5-6 dəqiqə gözlə. Əgər gəlib çıxmasalar, onda maşınını sürüb aradan çıxa bilərsən. Belə düşünə-düşünə dəqiqələri sayan şofer birdən səbirsizliklə gözlədiyi adamların binanın qarşısından çıxdıqlarını gördü. Onun qaşı-qabağı açıldı, üzü güldü. Qoca kişinin əlində qara bir çamadan var idi. O axsaya-axsaya tindən burulub harasa getdi. Qadın isə sanki taksinin şoferini tanımırmış kimi "Tapşırıq yerinə yetirildi" mahnısını astadan oxuya-oxuya onun yanından ötüb keçdi və tinə çatan kimi orada dayanmış trolleybusa mindi. Qeyd: Tapşırıq yerinə yetirildi mahnısı cəbhə mahnısıdır. Qeydin sonu. Qadının oxuması şoferi çox sevindirdi. O fit çala-çala avtomobilini hərəkətə gətirib buradan uzaqlaşdı. 5 dəqiqə keçdikdən sonra Rıjı şofer taksini Kommunist küçəsindəki poçtun qabağında saxladı. O maşından düşərək avtomat telefon butkasına girdi. Harası zəng vurdu. Sizsiniz, salam. Dənizdə yaxşı bir asetrin balığı tutub sahilə çıxarmışıq. Kebaba qonaq gələ bilərsiniz? Qeyd: Burada deyilir. Tapşırığı müvəffəqiyyətlə yerinə yetirdik. Sahil əməliyyatı başa çatdırıldı. Bizi təbrik edin. Qeydin sonu. Telefonda kişi səsi eşidildi. Çox sağ olun. Mən sizə hədsiz dərəcədə minnətdaram. Müdirə də xəbər versəniz pis olmaz. Qoy onun da kefi açılsın. Mütləq axşam gələrəm. Kebabdan yeyib kefə baxarıq. Qeyd: Burada deyilir. Çox yaxşı, okeanın o tayına da xəbər verin. Axşam gəlib pulunuzu verərəm. Qeydin sonu. Şəhərin yeni tikilmiş Göyotlu stadionunda mövsümün ən maraqlı futbol oyunlarından biri keçirilirdi. Sovetabad şəhərinin futbolçuları qonşu şəhərin komandası ilə yarışırdılar.
Bərabər qüvvətli komandaların futbolçuları səylə oynayır, üstünlük əldə etməyə çalışırdılar. Qonaqlara nisbətən yerli futbolçular daha yaxşı oynayırdılar. Oyunun ən qızğın yerində stadionun radiosu səsləndi. Balaca Oktay, atan səni direktorun kabinetində gözləyir. Diktor bu sözləri bir daha təkrar etdikdən sonra sustu. Bir neçə dəqiqə keçdi. Stadionun ən həssas futbol həvəskarlarına məxsus şimal tribünündə orta boylu, sağlam bədənli, ağ Tesusa kostyum geyinmiş olan qarabəniz bir kişi yerindən durdu. Onu bu maraqlı oyundan ayırdıqları üçün heyfslənirdi. Təəssüflə bir daha meydançadakı futbolçulara nəzər saldı. Sonra qətiyyətlə dönərək iti addımlarla stadionun şimal tərəfinə getdi. Bu kişi Dövlət Təhlükəsizlik Komitəsinin ən yaxşı əks kəşfiyyatçılarından biri sayılan mayor Oktay Çingizov idi. Diktorun sözlərini eşidən tamaşaçılar belə başa düşdü ki, Oktay adlı oğlan itmiş, bir kişi onu axtarır. Həqiqətdə isə bu iki nəfər Dövlət Təhlükəsizlik Komitəsinin əks kəşfiyyat şöbəsinin rəisi Polkovnik Lyubavin ilə mayor Çingizovun arasında bir şərti ifadə idi. Bu ifadə ancaq təcili işlər zamanı tətbiq edilirdi. Bu o demək idi ki, Polkovnik Lyubavin təcili olaraq mayor Çingizovu yanına çağırır. Stadion direktorunun kabineti qarşısında mayoru komitənin zabiti, kapitan Adil Cabbarov qarşıladı. Çingizov kapitana yaxınlaşaraq nigarançılıqla soruşdu. Kapitan, xeyr ola. Kim bilir, bəlkə də şərdir. Bircə onu bilirəm ki, bədbəxt hadisə baş verib. Anatoliy Konstantinoviç bərk həyəcanlanmışdır. Biz də dəniz kənarına getmişdik. Oradan çağırdılar. Yəni, ucundan qulağından heç nə eşitməmsən? Niyə? Azacıq məlumatım var. Deyirlər ki, məhsul işçilərindən kimisə evini yarmışlar. Milis bir şey edə bilməmişmi? Bilmirəm, deyəsən bu işə milis qarışmayıb. Yaxşı, kapitan, əyləş gedək, deyə mayor Çingizov avtomobilin dal qapısını açdı və adət etdiyi kimi şoferin arxasında əyləşib küncə qısıldı. Əks kəşfiyyat şöbəsinin rəisi öz kabinetində deyildi. Çingizovu burada leytenant Denisov qarşıladı. Əskərə salam verib dedi. Yoldaş mayor, buyurun içəri. Anatoliy Konstantinoviç generalın yanına gedib. Tapşırdı ki, onu gözləyəsiniz. Çingizov o saat başa düşdü ki, Polkovnik Lyubavin bu gün baş vermiş hadisə haqqında məsləhətləşmək üçün generalın yanına getmişdir. Görəsən, nə olmuşdu? Bu suala cavab tapmağın qeyri-mümkün olduğunu başa düşən Oktay Çingizov kabinetə keçib kresloda əyləşdi. Kabinet böyük və işıqlı idi. Otağın 5 pəncərəsi vardı. Bunlardan ikisi dənizə tərəf, biri mərkəzi Pots küçəsinə, ikisi isə şəhərin zavodları olan tərəfə baxırdı. Polkovnikin iri yazı stolunun qarşısında bir uzun stolda qoyulmuşdu. Üstünə yaşıl mahud çəkilmiş bu stolun ətrafında üzü örtülü yumuşaq kreslolar düzülmüşdü. İş stolunun arxasında divardan zərli çərçivədə Leninin, sağdakı divardan isə Felix Dzerjinskinin portreti asılmışdı. Qeyd: Vladimir İliç Lenin, 1917-ci il çevrilişinin başçısı. Felix Edmundoviç Dzerjinski, həmin çevrilişdən sonra Təhlükəsizlik İdarəsinin başçısı. Qeydin sonu. Sol tərəfdəki divara Avropanın, Asiyanın, Sovet İttifaqının və Sovetabad şəhərinin xəritələri vurulmuşdu. Xəritələrin xüsusilə Sovet İttifaqı ilə Sovetabad şəhəri xəritələrinin üzərində qırmızı və göy karandaşlarla bir çox işarələr vurulmuşdu. Oktay Çingizov polkovniki çox gözləmədi. Polkovnik kabinetə girib salam verdi. Ayağa qalxan mayorun əyləşməsinə işarə edib, kabinetdə var-gəl etməyə başladı. Anatoliy Konstantinoviç yalnız çox mühüm hadisə baş verən zaman bu cür hərəkət edir. İri addımlarla otağı bu başa, o başa ölçməyə başlayırdı. Hündür boylu, girdə üzlü, qalın qaşlı,
Sal saçlı Anatoli Konstantinoviç Lyubavinin yaşının 50-ni ötməsinə baxmayaraq qəşəng ağ dişləri vardı. Mülayim, sadə və şən xasiyyətli polkovnik bu gün qaşqabaqlı idi. Anatoli Konstantinoviç başını döndərib Çingizova baxanda, ilk nəzərdə onun səliqə ilə dala davranmış və pəncərədən düşən günəşin şüaları altında parıldayan qara saçlarını, bir də ciddiləşən iri gözlərini gördü. Çingizov əlini tez-tez başına çəkib saçlarını arxaya hamarlayırdı. Polkovnik stola yaxınlaşdı. Çingizovun qarşısında durdu və onun gözlərinin içinə baxıb ucadan dedi: "Mayor, mühəndis Əzimovun evini yandırıblar." Çingizov oturduğu yerdən dik atıldı. Onun rəngi ağardı. "Ola bilməz, yoldaş polkovnik. Axı onun evini qoruyurdular." "Olubdur, mayor, olubdur. Bizim adamlar mühəndisin evini deyil, özünü qoruyurdular. Mühəndis gündüz ailəsi ilə birlikdə sirkə gedib. Onu mühafizə edən kiçik leytenant Əliyev isə evə gözətçi qoymadan mühəndisi sirkə qədər müşayiət etmiş və özü də sirkdə qalmışdır." Çingizov mühəndis Əzimovu çox yaxşı tanıyırdı. Əzimov atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi ilə məşğul olan məşhur bir mühəndis idi. O bu sahədə müəyyən işlər görmüşdü. İndi Əzimov atom enerjisini istilik enerjisinə çevirmək üçün xüsusi aparat hazırlayırdı. Sovet mühəndisinin bu elmi ixtirası bir sıra kapitalist ölkələrini, o cümlədən Amerikanı, siyasi kəşfiyyat orqanını çoxdan idi ki, maraqlandırırdı. "Əyləş, mayor, vaxtsız əsəbləşmək xeyir gətirməz," deyə Lyubavin Çingizova baxıb sözünə davam etdi. "Evdən bir çamadan aparıblar. Göz qabağında olan bir sıra qiymətli şeylərə isə əl vurmayıblar. Yəqin ki, sən bunun nə demək olduğunu başa düşürsən. Məsələ çox ciddidir. Mayor, sən tezliklə ora get. Leytenant Denisovu da özünlə apar. O hadisədən xəbərdardır." Çingizov həyəcanla soruşdu. "Bəs Əzimovun özünün xəbəri varmı?" Polkovnik Çingizovun həyəcanının səbəbini başa düşərək gülə-gülə cavab verdi. "Nigaran qalma, var. Bundan sonra mühəndisin həyatına sən cavabdehsən. Onun başından bir tük əskik olsa..." Polkovnik sözünü yarıda kəsdi. Həmişə onu sözsüz olaraq başa düşən Çingizov ayağa qalxıb fərağat dayandı. Əskəri təzim verib dedi: "Arxayın olun, yoldaş polkovnik, tapşırıq yerinə yetiriləcəkdir." Çingizov polkovnikin kabinetindən çıxarkən koridorda leytenant Denisova rast gəldi. Denisov bayaqdan polkovnikin əmri ilə burada oturub Çingizovu gözləyirdi. Oktay Çingizov bacarıqlı bir cavan olan Aleksandr Denisovun xətrini çox istəyirdi. Həmişə iş zamanı o, rəsmiyyəti bir yana buraxaraq Denisovu sadəcə olaraq Saşa deyə çağırırdı. Denisov da Çingizovla fəxr edir, bu dostluqdan azacıq da olsa sui-istifadə etmək xəyalına düşmür. Hər vaxt işdə də, evdə də onun adını hörmətlə çəkir, "Yoldaş mayor," deyə ona müraciət edirdi. 3 ay bundan əvvəl polkovnik Lyubavin bəzi kəşfiyyat orqanlarının mühəndis Əzimovun elmi işlə maraqlandığından xəbər tutub təşvişə düşmüşdü. O vaxtdan polkovnik gecə və gündüz mühəndisin həyatını və evini qorumağa əmr vermişdi. Əks kəşfiyyatçılar uzaqdan uzağa mühəndisi müşahiət edir və onunla yeni tanış olan adamlarla maraqlanırdılar. Bugün mühəndis kiçik leytenant Əliyevin müşahiəti altında idi. Kiçik leytenant vəzifəsinə sələmkarlıqla yanaşaraq ancaq mühəndisin həyatının qorunması ilə məşğul olmuş, onun evini də nəzarət altına almaq lazım gəldiyini unutmuşdu. Dərhal işə başlamağı qərarı alan Çingizov leytenantdan soruşdu. "Saşa, deməli sən məsələdən xəbərdarsan, eləmi?" "Bəli, elədir, yoldaş mayor, xəbərdaram." "Bəs nə üçün bayaqdan mənə demədin? Məni nigarançılıq içində qoydun." "Üzr istəyirəm, yoldaş mayor. Polkovnik mənə əmr vermişdi ki, Çingizov gələn kimi qoy kabinetimə keçsin. Özün də ona heç bir şey danışma. Mən də intizamlı bir zabit kimi onun əmrini yerinə yetirdim." "Afərin, indi gəl işə başlayaq. Mən mühəndislə gedirəm, sən isə it dalınca qaç." "İt gətirmişəm, yoldaş mayor, hazırdır."
Mühəndisin də ki, xəbəri vardır, eləmi? Bəli, vardır. Mən sirkə getdim və onun gizlincə müşahidə edən kiçik leytenant Əliyevə tapşırdım ki, ailəsinə bir şey sezdirmədən əhvalatı mühəndisə bildirsin. Onda Saşa, tez ol gedək. Qorxuram ki, mühəndis bizdən qabaq gəlib, otaqda gəzsin və oğruların izini qarışdırsın. Belə olsa, biz kələfin ucunu tapa bilmərik. Denisov bir çox hallarda mayor Çingizov kimi hərəkət etməyə öyrəşmiş və onun adətlərini qəbul etmişdi. Buna görə də o mayor kimi təbəssümlə cavab verdi. Yoldaş mayor, bu barədə arxayın ola bilərsiniz. Lazımi tədbir görülmüşdür. Biz gələnə kimi heç kim onun otağına ayaq belə basmayacaqdır. Çingizov bu göy gözlü gəncin nə qədər uzaq görən olduğunu özlüyündə bir daha təsdiq etdi. Denisovun bütün hərəkətlərində Lübavinin məktəbinin iş üslublarını duyub məmnun oldu. Onun əlini razılıq hissi ilə bərk-bərk sıxaraq, "Sağ ol, Saşa, afərin," dedi. Biraz sonra komitənin avtomobili onları mühəndis Əzimovun evinə aparırdı. Yolda Çingizov öz köməkçisi ilə bir kəlmə də danışmayıb xəyala daldı. Mühəndis Səlim Əzimov Sovetabad şəhərinin mərkəzində üzü Pionerlər Parkına baxan 5 mərtəbəli qəşəng binada yaşayırdı. O, ixtirasını gizli saxlamaq haqqında Dövlət Təhlükəsizlik Komitəsində xüsusi tapşırıq alandan sonra çox ehtiyatlı tərpənir, elmi işə aid çertyojları evə gətirmirdi. Ancaq həmişə gecə yarıya kimi evdə, bu məqsəd üçün ayrılmış xüsusi otaqda işləyir, bəzən lap səhərədək onun otağında işıq sönmürdü. Bu otağa heç kimin, hətta mühəndisin arvadı Zərifənin və oğlu Sərdarın belə gəlməyinə ixtiyar yox idi. Mühəndis otağı da özü silib süpürərdi. Adətən Əzimov işini qurtardıqdan sonra bütün yazılarını seyfdə gizlədər, otağın qapısını açarla bağlayar və ancaq bundan sonra rahat olardı. Dünən isə mühəndis Əzimov ehtiyatsızlıq etmişdi. O, istirahət günü bəzi hesabatları yoxlamaq üçün Elmi Tədqiqat İnstitutunun direktorundan icazə almadan çertyojlardan 4-ünü evə gətirmişdi. Şənbə günü axşam mühəndis gecədən xeyli keçənə qədər işləmiş, səhəri günü işini davam etdirməyi qərarı almışdı. Ancaq istirahət günü işləmək Əzimova müəssər olmamışdı. Həmişə ərinin işinə mane olmayan, onun rahatlığı üçün əlindən gələni əsirgəməyən Zərifə son günlər nədənsə tez-tez narazılıq edir, taleyindən şikayətlənirdi. Ay Səlim, elmi iş qaçmır ki, bəs sən nə vaxt özünü bu evin sahibi, həqiqi ər və ata kimi göstərəcəksən? Biraz bizə də vaxt ayır, nə olar ki? Zərifə, əzizim, doğru deyirsən, sənin şikayətlənməyə haqqın var. Ancaq özün yaxşı bilirsən ki, mən səni də, Sərdarı da həyatımdan çox sevirəm. Sənsiz mənim bir günüm olmasın. Xahiş edirəm, biraz da gözlə. Qoy işimi başa çatdırım, sonra hər şey öz qaydasına düşər. Onda o qədər sizi gəzməyə aparacam ki, özün yorulub bəsdir deyəcəksən. Ay Səlim, düz 10 ildir ki, mən bu sözləri səndən eşidirəm. Sənin işin nə isə azalmaq əvəzinə günü-gündən daha da çoxalır. Söz verirəm, yaxın günlərdə istirahətə gedəcəyik. Onda mən bütün vaxtımı sizə sərf edəcəm. Elə keçən il Kislovodskiyə gedəndə də belə oldu da. Dedin ki, kurortda işləməyəcəm, təkcə istirahət edəcəm. Ancaq yenə də vədinə xilaf çıxdın. Kitab, dəftərdən əl çəkmədin, başın çertyojlardan heç ayrılmadı. Darıxma Zərifə, bu dəfə elə olmayacaq. Bugün səhər isə onların danışmağı çox ciddi oldu. Nahardan sonra Əzimov bir qədər Sərdarla əyləndi. Sonra onun o üzü bu üzündən öpüb iş otağına keçmək istəyəndə Zərifə onun əlindən tutub dedi. Səlim, Salayevlər zəng vurmuşdular. Durovun heyvanlarına tamaşa etmək üçün uşaqlarını sirkə aparacaqlar. Bizə də bilet alıblar. Gedəcəkmi? Əlbəttə, gedin. Bəs sən? Mənim əvəzimdən də siz baxın. Gəlib mənə danışarsınız. Mənim işim var. Ay Səlim, deyəsən ömrünü zaminə götürmüsən.
Başqaları da gün görür. Mən də gün görürəm. Hamı gündə kinoda, teatrda. Məgər mən səni teatra, kinoya getməyini qadağan etmişəm? Xeyr, qadağan etmirsən. Ancaq nə üçün səninlə getməməliyəm? Axı mən səninlə gedəndə fəxr edirəm. Sən isə işdən əl çəkmirsən. Yox, görünür ki, mən sənə yaraşmıram. Bunların hamısı bəhanədir. Zərifə kövrəlib ağlamağa başladı. Əzimov Zərifənin könlünü almaq istədi. Əzizim, daha ağlamaq nə üçün? İndiki belə düşünürsən? Onda Salayevgilə zəng vur, qoy bizi sirkin qabağında gözləsinlər. Bundan sonra elə edərəm ki, daha başına belə fikirlər gəlməsin. Mühəndis Əzimovla mayor Çingizov bir-birini yaxşı tanıyırdılar. Müharibədən qabaq bir məktəbdə oxumuş, dostluq etmişdilər. Sonra müxtəlif sənət ardınca getdiklərindən onların yolu ayrılmışdı. Ancaq buna baxmayaraq onlar hərdən bir-birindən hal-əhval tutur, yaxından olmasa da uzaqdan uzağa dostluq münasibətini davam etdirirdilər. Çingizov mühəndislə zarafat edə-edə görüşdü. Ay Səlim, xoş gördük, necəsən? Qabağımda bir dəfə fırlan, baxım görüm qocalmamısan ki, deyə mühəndisin qolundan tutub onu fırlatdı. Maşallah, göz dəyməsin, pis deyilsən. Biraz gözlərinin altı qırışıb. Ancaq qarnını yoğunlatmısan. Belə olmaz. Bunun ürəyə zərəri var. Sən mənim kimi et. Səhərlər gimnastika ilə məşğul ol. Yayda boş vaxtını dənizdə üzməyə, avar çəkməyə sərf et. Qışda isə xizək sür, daş qaldır. Bunlar xeyli sənə kömək edəcək. Rəhmətliyin oğlu, heç arvad uşaqla danışmağa vaxt tapmıram. Sənsə lap bəxtəvərlikdən dəm vurursan. Doğrudan da qarnım başıma bəla olub. Görünür, hər nə yeyirəmsə, gedib mədəmdə yağa piyə dönür. Heç olmasa çox gəz, səhərlər hərəkət elə. Vallah bilmirəm, siz hamınız bu gəzməkdə nə görmüsünüz? Bunun üstündə arvadla da sözüm olub. Düz deyirəm də qardaş, sənə çox gəzmək lazımdır. Düz sözə nə deyə bilərəm ki? Bundan sonra mütləq gəzərəm. Yaxşı, Səlim, indi mənə də görüm, bu nə hadisədir baş verib. Deyəsən, oğrular sənin dövlətləndiyini bilib evinizi ziyarətə gəlmişdilər, hə? Kaş sən deyən olaydı, oğrular gəlmiş olaydılar. Elə bir şey olsa mən sənə bir yaxşı qonaqlıq verərəm. Qorxuram ki, iş başqa cür ola. Çox narahatam. Səlim, hadisəni bütün təfsilatı ilə mənə danış. Səhər dostlarımdan biri arvada zəng vurub demişdi ki, bizim üçün də sirkdə bilet alıblar. Əvvəlcə mən getmək istəmədim. Ancaq gördüm ki, arvad inciyir. Ona görə də getdim. Tamaşanın şirin yerində məni təcili çağırdılar. Bir zabit mənə dedi ki, evimizi aparıblar. Amma arvad uşaq bilmədi. Bəhanə gətirdim ki, idarəyə çağırırlar. Sizi sirkə hansı dostun dəvət etmişdi? Mühəndis Salayev, yaxşı oğlandı. Sən onu haradan tanıyırsan? Bir yerdə institutda oxumuşuq, o vaxtdan dostluq edirdik. Arvadı da bizim Zərifənin dostudur. İnanılmış adamdımı? Bəli, komünistdir. Onun özü də bəzi elmi tədqiqat işləri ilə məşğul olur. Demək, bu tərəfdən arxayın olmaq olar. İndi de görüm, neçə otağınız var? 3-dür. Yemək, yataq və iş otağı. Biz sirkə gedəndə qapıları möhkəm bağlamışdım. Görəsən elmi işə dair bir şey aparmayıblar ki? Xeyr, mən gizli yazıları seyfdə saxlayıram. Seyfi isə aça bilməzlər. Nədən bilirsən, bəlkə açılıb? Bu ola bilməz, deyə Əzimov əsəbi halda ucadan dilləndi. Mən orada çertyojlar qoymuşam. Çertyojlar? Hansı çertyojlar? Atom enerjisinin istilik enerjisinə çevrilməsini təmin edən aparatın çertyojları. Sən bu çertyojları evdə çəkirsən? Xeyr, idarədə. Bəs onlar evdə nə edir? İstifadə üçün gətirmişəm. İcazə almısan?
Mühəndis Əzimov yalnız indi böyük bir səhv buraxdığını anladı. Başını aşağı salıb astadan dedi: "Xeyr, ağılmamışam. Ancaq mən seyfin açılmadığına, çertözlara heç bir xəta toxunulmadığına əminəm." "Kim bilir?" deyə Oktay Çingizov etiraz etdi. "Bəlkə onların sürətini çıxarıb aparmışlar." "Bu ola bilməz," deyə mühəndis sadəlövhlüklə cavab verdi. "Çertözların sürətini çıxartmaq üçün azı bir gün vaxt lazımdır." Mühəndis, lap uşaq kimi danışırsan. Böyük ixtiralar edirsən, həyatı dəyişmək planı qurursan, ancaq sadə bir şeyi, fotoaparatı yaddan çıxarırsan. Yaxşı, de gerim çertözləri evə gətirməyin, qonşulardan kim görmüşdü? Heç kim. Bəs idarədə bu məsələdən xəbəri olan varmı? Doğrusu mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Mən institutdan çıxanda əməkdaşların çoxu qoltuğumda çertöz olduğunu gördü. Mən maşına əyləşib evə gəldim. Qapının ağzında maşından düşəndə bir göygöz cavan oğlanla rastlaşdım. O, təsadüfən mənə toxunduğundan üzr istədi. Mən onun üzünü çox yaxşı yadımda saxlamışam. Parisundan kostyum, ağ laklı ayaqqabı geyinmişdi. Xoşagəlimli üzü vardı. Üzünü təmiz qırxmış, saçlarını isə səliqə ilə dala daramışdı. Çingizov mühəndisin dedikləri nişanələri evin qabağında növbədə olan kiçik leytenant Əliyevin nişanələri ilə müqayisə edib, bu adamın doğrudan da əks kəşfiyyatçı olduğunu öz-özlüyündə aydınlaşdırdı. Mühəndisə müraciət etdi. Demək belə. İndi icazə ver işə başlayım. Sən divanın üstündə oturub istirahət et. Mən isə oğruların buraxdıqları izləri öyrənim. Buyur, mən məmnuniyyətlə sənin iş metoduna tamaşa edərəm. Çingizov otağa girən kimi ilk növbədə döşəməyə baxdı və o saat sevindi. Xoşbəxtlikdən bu gün gündüz mühəndisin otaqlarının parket döşəməsi yaxşıca silinmişdi. Otağın daha çox işıq düşən yerlərində adam döşəmədə öz əksini görürdü. Bu isə çox sevindirici bir hal idi. Deməli, oğruların otaqda buraxdıqları izi tapmaq bir o qədər də çətin olmayacaqdı. Mayor Çingizov bütün otaqları tək başına gəzdi. Mühəndis Çingizovun çox qəribə hərəkətlər etdiyini gördü. Ağ çesuça kostyumunun çirklənməsinə əhəmiyyət verməyərək, gah dizi üstə çöküb uşaq kimi yerdə iməkləyir, gah uzanaraq qara gözlərini bir nöqtəyə zildəyir, gah da cibindən çıxardığı zərəbbinlə döşəməni nəzərdən keçirirdi. Birdən mayorun üzü ciddiləşdi, onun qaşları çatıldı. Əlində tutduğu kiçik xətkeşlə döşəmini ölçməyə başladı. Sonra cib dəftərçəsinə bəzi qeydlər etdi. Bu izlərdən aydın oldu ki, mühəndisgilə yalnız bir oğru gəlmişdir. Çünki hər yerdə ayaq izləri bir ölçüdə idi. Çingizov yemək və qonaq otaqlarında çox dayanmadı. Buradakı izləri də asanlıqla öyrəndikdən sonra iş otağına girdi. Əvvəlcə kilidi diqqətlə nəzərdən keçirdi. Zərəbbinlə onun içinə baxdı. İş otağı gec-gec təmizləndiyindən tozlu döşəmədə izlər daha aydın görünürdü. Elə bil ki, mayorun özü burada olmuş və oğrunun bütün hərəkətlərini öz gözləri ilə görmüşdü. O izlərdən öyrəndi ki, oğru mühəndisin iş otağına girən kimi seyfə yaxınlaşmış, seyfin yanında bir qədər dayanmış, oradan yazı stolunun yanına gəlmiş və yenə də seyfə tərəf getmişdir. Mayor stolun altını tədqiq edərkən burada bir siqaret kötüyü tapdı, ancaq çəkilmiş bu siqaret kötüyü çox qəribə idi. Siqaret kötüyünün ucuna yarı bükülmüş kibrit çöpü taxılmışdı. Çöp yaş idi. Oktay Çingizov siqareti diqqətlə tədqiq etdikdən sonra onu iylədi. Çöpü səliqə ilə kağıza büküb cibinə qoydu. Sonra döşəmədəki siqaret külünü də ayrıca bir kağıza yığdı. Deyəsən bir səhv etmişik, deyə fikirləşdi. Burada doğrudan da casus deyil, adi oğru gəlmişdir. Çünki casus heç bir vaxt iş yerində papiros çəkməz,
Çəksə də onun kötüyünü yerə atmaz. İş otağının astanasında Çingizov daha qiymətli bir dəlil tapdı. Bu kişi ayaqqabısının sol dabanı idi. Mayor izləri öyrənib qurtardıqdan sonra yemək otağına qayıtdı. Hələ də divanın üstündə oturaraq mayorun hərəkətlərinə diqqət yetirən mühəndisə müraciət edərək dedi: "Səlim, de görüm səndən başqa evinizdə kişi yaşayırmı?" "Xeyr." "Bəlkə son günlərdə kişi qonağınız olub?" "Xeyr, son günlərdə başım bərk işə qarışdığından sözün doğrusu heç kəsi görməmişəm." "Ola bilər ki, arvadının kişi qohumlarından biri sizə gəlib, sən isə xəbər tutmamısan?" "Zərifə yetim bir qızdır, heç bir qohumu zadı yoxdur. Qonşuluqda yaşayan kişilər də bizə gəlmirlər. Hər halda arvad gələndə soruşub bu məsələni öyrənə bilərik." Mayor Çingizov divan üstündə mühəndisin yanında əyləşdi. "Səlim, xahiş edirəm, evinizdəki bütün kişi ayaqqabılarını buraya gətir." Mühəndis tez durub mətbəxə keçdi. Birazdan sonra özü ilə 3 cüt kişi ayaqqabısı gətirdi. Onları Çingizova uzatdı. "Buyur, qardaş, yoxla." Mayor Çingizov kişi ayaqqabılarının hamısını diqqətlə nəzərdən keçirdi. Onların dabanı olub-olmamasını yoxladı. Bir-birinin ardınca çəkmələri ölçdü. Sonra bu qayda ilə mühəndisin ayaqlarına geydiyi başmaqları nəzərdən keçirdi. Nəhayət öyrəndiklərini bayaq dəftərçəsinə qeyd etdiyi rəqəmlərlə tutuşturdu. Əks kəşfiyyatçı bu cəhətdən də arxayın oldu. Deməli, evdə tapılan ayaqqabı dabanı buraya gəlmiş oğrunun idi. İndi siqaret məsələsini müəyyən etmək, mühəndisin papiros çəkib çəkməməsini öyrənmək lazım idi. "Səlim, sən papiros çəkirsən?" "Xeyr, ömrümdə papirosun nə olduğunu bilməmişəm." Oktay siqaret kötüyünü cibindən çıxardıb mühəndisə göstərdi. "Bəs bu nədir?" Mühəndis təəccübləndi. "Sən bunu haradan tapdın?" "İş otağından." "Yəqin bu da oğruların işidir. Çünki otağıma məndən başqa heç kim, hətta arvad uşağım belə ayaq basmır." "Düz deyirsən, ancaq oğrular yox, oğru." "Nə demək istədiyini başa düşmədim, Oktay." "Dedim ki, oğru. Bununla mən sənə izah etmək istəyirəm ki, evinizdə bircə nəfər oğru olmuşdur." "Bunu sən nədən bildin?" "Otaqdakı izlərdən. Özü də bu oğru alçaq boylu və arıq bədənlidir. Sol ayağı çolaqdır. Deyəsən o həm də qocadır." Çingiz mühəndisin ona heyrətlə baxdığını görərək gülümsünüb dedi: "Səlim, nə üçün mənə təəccüblə baxırsan? Gözlərindən görürəm ki, mənə inanmırsan. Yəqin ürəyində deyirsən ki, Mayor Çingizov özündən uydurur, eləmi? Təəccüblənmə, bütün bunları aşkar etmək üçün o qədər də çətin bir şey deyildir. Əgər sən də bu sahədə işləsəydin, yəqin ki, asanlıqla müəyyən edə bilərdin. Dediklərimi mən döşəmədəki izlərdən öyrəndim. Döşəmədə sənin ayaqqabılarının izlərindən başqa ayrı bir kişinin ləpiri də aydın görünür. Ayaqqabılarının ölçüsü 41 olan bu kişinin addımları balacadır. Deməli o alçaq boyludur. Hər yerdə onun sağ ayağının izi çox aydın, solunki isə nisbətən zəif görünür. Bu da onun çolaq olduğunu, bədəninin ağırlığını sağlam olan sağ qıçının üstünə saldığını göstərir." "Oktay, mən səni çoxdan tanıyıram. Bilirəm ki, həmişə dediklərini asanlıqla izah edib sübuta yetirirsən, ancaq sən bir məsələni mənə aydınlaşdırmadın." "O, hansı məsələdir?" "Oğrunun arıq bədənli olması məsələsi. Sən bunu necə təyin etdin?" "Bu da asandır. Bax, otaqlarda sənin, mənim və oğrunun ayaqlarının izləri var." deyə Çingizov mühəndisə döşəməni göstərdi. "Bizim ləpirlərimiz aydın görünür. Çünki həm sən, həm də mən bədəncə ağırıq. Oğrunun izləri isə çox çətinliklə seçilir ki, bu da onun arıq olduğunu göstərir." Oğru yemək və yataq otaqlarını ziyarət etdikdən sonra iş otağına girmiş,
Seyfə və stola yaxınlaşmışdır. O stolun yanında siqaret çəkmiş, astanada özü də hiss etmədən sol ayaqqabısının dabanını itirmişdi. Oktay, bəs sən seyfin açılıb açılmadığından heç bir şey demədin axı. Bunu mən indi deyə bilmərəm. Ehtimal ki, yox. Çünki seyfin üzərində məni şübhələndirici izlər görmədim. Ya oğru bu məqsəd üçün geydiyi əlcəklərlə işləmişdir, ya da ki, o seyfə toxunmamışdı. Bunu ancaq ekspert müəyyən edə bilər. İndi gəl dəhlizdəki izləri yoxlayaq. Mayor Çingizov dəhlizə çıxdı. Döşəməni diqqətlə gözdən keçirdi. Qapının yanında bir qədər dayandıqdan sonra cəld hərəkətlə geri dönüb soruşdu. Səlim, ailəniz neçə nəfərdən ibarətdir? 3 nəfərdən. Mən, Zərifə, bir də ki oğlum. Bəs xidmətçi qadın? Hansı xidmətçi qadın? Bəli, qadın, həm də hündür boylu. Bizim heç bir xidmətçimiz olmayıb. Bəlkə qonşuluqda sizə tez-tez gələn hündür boylu qadın var. Mən gizli elmi işlə məşğul olduğumu nəzərə alaraq qonşularla yaxın əlaqə saxlamıram və onların evimizə gəlməsini lazım bilmirəm. Oktay Çingizov dərhal geri qayıdaraq döşəmənin bu hissəsi ilə çox maraqlandı. Həmin yeri diqqətlə ölçdü. Birdən mühəndisin də dəhlizdə olmasını yaddan çıxardaraq heyrət edici səslə ucadan özü ilə danışmağa başladı. Yox, bu ola bilməz. Yəqin, mən səhv edirəm. Çingizov döşəmənin bu hissəsini, ondan sonra daha bir neçə yeri xətkeşlə ölçüb ayağa qalxdı. Gözlərini yerə zillədi. Mayorun üzü gülür, gözləri sevincdən alışıb yanırdı. Çingizov ucadan, hə, necəsən, ay balerina xanım? Axır ki, tələyə düşdün, dedi. Bu zaman mayorun üzünün ifadəsi dəyişdi. İstehza ilə sevinç hissləri, intiqam duyğusu ilə əvəz edildi. Onun həyəcanı getdikcə artırdı. Mühəndis Əzimov Oktayın xeyli həyəcanlandığını görüb ona yaxınlaşdı. Sağ əlini əks kəşfiyyatçının çiyninə qoyaraq mülayim səslə soruşdu. Sənə nə olub dostum? Nə üçün bu qədər həyəcanla döşəməyə baxırsan? Çingizov başını döşəmədən qaldırıb mühəndisin gözlərinin içinə baxdı. Səlim, böyük bədbəxtlik baş verib. Məni qorxutma Oktay, de görüm nə olub? Səlim, artıq heç bir şübhəyə yer yoxdur. Mən bəzi qəribə hərəkətlərimin və sözlərimin mənasını sonra sənə izah edərəm. Hələlik onu deyə bilərəm ki, buraya adi oğrular deyil, xarici kəşfiyyat orqanlarından birinin nümayəndələri gəliblər. Özü də ən təcrübəli, ən qəddar diversantlar. Onlardan biri hündür boylu, sarışın saçlı qadındır. Mən onu yaxşı tanıyıram. Qabaqlar bir dəfə də görüşmüşük. O zaman həmin qadın gestapoçulara xidmət edirdi. Bir dəfə müharibə vaxtı o böyük bir cinayətin iştirakçısı və təşkilatçılarından biri olmuşdur. Onda mən təcrübəsiz idim. Həmin qadın məni məharətlə aldatmağa, cinayətin izini itirməyə müvəffəq oldu. Nə olar? Borclu borcunun sağlığını istər. Bu gün biz onunla yenə qabaqlaşdıq. Mən yaxşı bilirəm ki, düşmən çox bacarıqlıdır, təcrübəlidir. Onu asanlıqla ifşa etmək mümkün olmayacaq. Lakin bu dəfə Səlim Daşqayaya rast gəlmişdir. Baxarıq, görək nə olar. Mən sənə ancaq onu deyə bilərəm ki, bu dəfə o qaçıb canını qurtara bilməyəcək. Bu dəfə o öz cəzasına çatacaqdır. Nə başını ağrıdım. Evinizə gələnlər 2 nəfər imiş. Rəqqasə qadın və çolaq kişi. Yəqin ki, qadın koridorda durub qapını güdürmüş. Kim bilir, bəlkə onun əlində silah da varmış. Çolaq kişi isə otaqda tək gəzibmiş. Mənə elə gəlir ki, o cəsuslar evinizə bələd adamlardır. Buradan belə bir nəticəyə gəlmək olar ki, düşmən haradansa evinizin planını əldə etmişdir. Qadın təcrübəlidir, görünür ki, çolaq yox. Özü də deyəsən yerli oğrulardan biridir. Mən qapılarda və divarlarda heç bir iz tapmadım. Seyfin üzərində də iz yoxdur.
Bu da onu göstərir ki, casuslar iz buraxmamaq üçün əllərinə əlcək geyiniblər. Daha bir ehtimal etmək olar. Görünür qapıların açarları da qabaqcadan hazırlanmışdır. Mən evin qapılarındakı bütün kilidlərin içini tədqiq etdim, ancaq heç bir yerdə cızıntıya rast gəlmədim. Əgər diversantlar qapıları açmaq üçün başqa açarlardan və ya oğurluq alətlərindən istifadə etsəydilər, heç olmasa balaca bir iz qalardı. Çingizov biraz fikirləşdikdən sonra əlavə etdi. Mənə belə gəlir ki, Çolaq kişi təkcə bir çobud səhvə yol vermişdir. Evdə siqaret çəkmişdir. Ayaqqabısının dabanını isə o təsadüfən itirmişdir. Yəqin bizə məlum olmayan səbəb üzündən Çolaq kişi mühəndisin otağını tələsik tərk etməyə məcbur olmuşdur. Tez çıxıb gedərkən o çolaq olan sol ayağının dabanını astanaya ilişdirmiş və o, qorxusundan çəkməsinin dabanını itirdiyini hiss etməmişdir. Çingizov ayağa qalxaraq mühəndisin qolundan tutdu. Səlim, indi müşahidələrimin doğruluğunu, yəni buraya haradansa casusların gəldiyini təsdiq etmək üçün bircə şey qalır. O da çertyojlarının sürətinin aparılıb-aparılmadığının yoxlanılmasıdır. Səlim, sən çertyojları evə gətirməkdə böyük ehtiyatsızlıq etmisən. Dur iş otağına gedək, seyfi aç, çertyojları yoxlayaq. Çertyojları necə yoxlayacaq? Əvvəlcə seyfi aç, çertyojları və yazıları nəzərdən keçirək. Orada bunlara düşmən əli dəyib-dəyməməsini məlum edə biləcəyik. İş otağında mühəndis çertyojları seyfdən çıxartdı. Çingizov hər şeydən əvvəl seyflə tanış oldu. Onun nömrəsini, hansı zavod tərəfindən buraxıldığını öyrəndi. Sonra stola yaxınlaşaraq mühəndislə birlikdə çertyojlara baxmağa başladı. Əks kəşfiyyatçının ən çox maraqlandıran çertyoj vərəqlərini küclərindəki knopka deşiyi idi. Özü də deşiklərdən aydın görünürdü ki, bu çertyojların künclərinə dünən və ya bugün knopka vurulmuşdur. Çingizov düşündü ki, bunu ya mühəndis dünən gecə iş zamanı etmiş, ya da bugün gündüz casuslar etmişdilər. Çingizov mühəndisin diqqətini bu deşiklərə cəlb edərək soruşdu. Səlim, bu çertyojların künclərini knopka ilə sən deşmisən? Mühəndis Əzimovun üzü qar kimi ağardı. Əlləri əsməyə başladı. Elə bil ki, nitqi tutuldu. O titrək səslə dilləndi. Bay sənin, bu nə bədbəxtlikdir, mənə öz verib. Mən indi nə edim? Bayaqdan mən səsimi çıxartmırdım. Öz-özümə təsəlli verirdim. Deyirdim ki, bəlkə sən səhv etmisən. Onlar çertyojlara əl vurmayıblar. İndi isə hər şey aydındır. Mənim bütün əməyim məhv oldu. Mən 8 ildir ki, gündüz, gecə bu iş üzərində işləyirəm. İndi bu iş başqalarının əlinə keçib. Mən çertyojları evə gətirməklə ən böyük səhvə yol vermişəm. Mən böyük bir cinayət işləmişəm. İndi hər cür cəzaya layiqəm. Demək, sən çertyojları knopkalamamısan? Xeyr. Dünən gecə bu çertyojların üzərində deşik yox idi. Bugün isə, bilirsən Oqtay, mən hələ institutda oxuyarkən özümə bir şey öyrətmişəm. Heç bir zaman çertyoj vərəqlərini knopka vasitəsilə stola sancmıram. Həmişə uclarına ağır şeylər qoyuram. Mən... Səlim, dostum, ətraflı izah etmək lazım deyil, deyə mayor Çingizov çox əsəbləşmiş olan mühəndisə təsəlli verməyə başladı. Narahat olma, polkovnik Lubavin hər şeydən xəbərdardır. Anatoli Konstantinoviç hər şeyi bacarır, hər şeyi bilir. Arxayın ol, çertyojların sürəti də onların şəkillərini çəkənlər də mütləq tapılacaqdır. Çingizov mühəndisin qolundan tutaraq onunla birlikdə bayıra çıxdı. Bayaqdan bəri burada duraraq mayorun əmrini gözləyən leytenant Denisova müraciət etdi. Saşa, eksperti çağır, qoy işə başlasın. Ekspert Səmayə Hacıyeva buradadır, əmrinizi gözləyir. Saşa, tez ol.
Qoy eyni vaxtda iti də buraxsınlar. Baş üstə, yoldaş mayor, əmr yerinə yetiriləcəkdir, deyə fərağat durmuş Aleksandr Denisov dönüb gedərkən Mayorovun yadına nə isə düşdüyündən onu geri çağırdı. Saşa, qayıt, al bunu da laboratoriyaya ver, qoy analiz vasitəsilə növünü təyin etsinlər. Sonra səliqə ilə kağıza bükülmüş siqaret kötüyünü Denisova uzatdı. Çingizov cibindən ikinci bir şeyi çıxardaraq əlavə etdi. Al, bu da oğrulardan birinin ayaqqabısının dabanıdır. Qoy əvvəlcə onu itə iylətsinlər, sonra iti buraxsınlar. Özün də onlarla get. Bax gör, it izi hara aparıb çıxardacaq. Dabanının yiyəsi alçaq boyludur, arıq bədənlidir, sol qıçı şikəstir. Əgər çolağın izini itirsən, onda avtomobili götürüb şəhərin bütün çəkməçilərini gəz. Öyrən gör, bəlkə bugün şəhərdə təsadüfən bir nəfər 40-41 ölçülü kişi ayaqqabısının sol tayını daban vurdurub. Oldu, yoldaş mayor, icazə verin işə başlayaq. Başlayın, Saşa. Ancaq bütün bilik və bacarığını sərf et. Əliboş qayıtma. Çalışaram, yoldaş mayor, əliboş qayıtmayım. Çingizov mühəndislə xudahafizləşdikdən sonra daha bir sual verdi. Səlim, bayaqdan məni bir şey maraqlandırır. De görüm, bu çertyojların və yazıların surəti xarici alimlərin əlinə keçsə, onlar sənin ixtirandan baş çıxara bilərlərmi? Xeyr, Oktay, əsas çertyoj və hesablamalar olmadan qısa vaxtda heç nə etmək olmaz. Ancaq ağıllı alimlər çox çalışsalar, mənim ixtiramın sirrini aça bilərlər. Elə məni qorxuya salan da budur. Bu zaman iti buraxdılar. Denisovun verdiyi ayaqqabı dabanını itə iylətdilər. İt otaqları bir-bir gəzib bayıra çıxdı. Orada da qalmayıb aşağı düşdü. Küçə boyu irələməyə başladı. Denisov da işçilərlə getdi. Çingizov mühəndislə eksperti evdə qoyub bayıra çıxdı. Əzimovun qonşuluğundakı mənzilləri bir-bir gəzdi. Qonşularla xeyli söhbət etdi. Bu zaman Sovetabad şəhərinin 50 kilometrliyində yerləşən Gümüştəpə qəsəbəsinin plyajında minlərlə adam toplaşmışdı. Hər bazar günü olduğu kimi indi də plyajda böyük şənlik vardı. Yaşıl sahil aşxanası yerləşən yerdə, plyaja gedən yolun kənarında alçaq boylu, arıq bədənli, qarabəniz bir kişi dayanmışdı. Azacıq içmiş olduğundan bu kişi şən görünürdü. Yaşının 50-ni ötməsinə baxmayaraq, o burada keçən adamlara sataşır, dodaqaltı zümzümə edirdi. Kişi hərdən bir zümzüməsini kəsib, şose yoluna baxır, istədiyi adamın gəlmədiyini görüb yenə də qadınlara sataşmağa başlayırdı. Onun bütün hərəkətlərindən kiminsə yolunu gözlədiyi aşkar olunurdu. Bu kişi 2 saat bundan əvvəl mühəndis Səlim Əzimovun evinə qonaq gəlmiş, peşəkar oğru və cibgir Ağayar bala kişi oğlu idi. İndiyədək bir neçə dəfə məhkəməyə düşüb, üst-üstə 15 ildən artıq iş alan, vaxtının çoxusunu dustaqxanalarda və milis şöbələrində keçirən və yalnız 6 ay bundan əvvəl amnistiya nəticəsində dustaqxanadan azad edilən Ağayar bala kişi oğlu yenə də öz sənətindən əl çəkməmiş, oğru və cibgirliklə əlaqəni nəinki kəsməmiş, hətta bu əlaqəni daha da möhkəmləndirmişdi. Buna səbəb Ağayarın tamahkar olması və tüfeyli həyata alışması idi. Nəhayət şəhər tərəfdən bir Pobeda taksisinin gəldiyini görəndə Ağayar sevindi, üzünün qırışları açıldı. Ağayar əlini qaldırıb avtomobilə minmək istədiyini bildirdi. Şofer Pobedanı düz Ağayarın qarşısında saxladı. Bayaq mühəndis Əzimovun evinin qabağında durmuş olan rıjı şofer Ağayara müraciət edərək çox mülayim bir səslə soruşdu. Hara buyurursunuz? Quru çölə getmək istəyirəm, deyə çolaq kişi yanına basa-basa maşına yaxınlaşdı və qapını açaraq şoferin yanında əyləşdi. Pobeda yola düşən kimi şofer danışmağa başladı. Danış görək, nə təhər oldu? Nə təhər olacaq? Dediyiniz kimi, çertyojların da, yazıların da şəkillərini çəkdim.
Mükafatın çoxu gərək mənə verilsin. Bütün işi özüm görmüşəm. Qadın isə ancaq puskuda dayanıb. Axmaqlama. Belə işlərdə həmişə mükafat yarı bölünür. Ancaq sən tərifə layiqsən. Yaxşı işləmisən. Çətin tapşırığı müvəffəqiyyətlə yerinə yetirmisən. Deməli, yaxşı da mükafat alacaqsan. İltifatınız artıq olsun. Mən sizin qulluğunuzda hər zaman hazıram. Yaxşı, de görüm plyonka və aparat necə oldu? Aparat yanımdadır, buyurun, deyə Ağayar qoltuq cibindən kiçik bir fotoaparat çıxardıb şoferi uzatdı. Plyonkanı həyətimizdə ərik ağacının altında gizlətmişəm. Səndəl olmusan nədir? Deyə rıjı şofer birdən ucadan qışqırdı. Bəlkə yağış yağdı, plyonka xarab olar ki. Bütün zəhmətimiz hədər gedər. Belə olsa bilirsən, sənə nə edərəm? Arxayın ol, əsəbləşmək nəyə lazım? Plyonkanı əskiyə büküb qutuya qoymuşam. Qutunu möhkəm bağlamışam. Hə, bu yaxşı. De görüm, plyonkanı aşkarlamısanmı? Bəli. Şəkillər necə çıxıb? Lap əntiqə. Görünür, mən mahir şəkil çəkən olmuşam. Çox gözəl. Onda sabah plyonkanı yerdən çıxardıb gətirərsən. Hara? Heç hara. Bağınızın qapısını ağzına qoyub gözləyərsən. Kim gəlib sənə parolla müraciət etsə, plyonkanı da ona verərsən. Daha həmin adamla heç bir sorğu-sual etməzsən. Olmay yenə qəşəng qadın gələcək. O gələndə nə olar ki? Heç nə, pis qız deyil. Ancaq qorxuram ki, gəlib plyonkanı məndən aparsın, mükafatı da əlimdən çıxsın. Dedim ki, mükafat haqqında darıxma. Biz yaxşı işləyən kəşfiyyatçılarımızı təltif etməyi bacarırıq. Qadın haqqında isə narahat olma. Sənin yanına başqa adam gələcək. Kim gələcək? Sənin yaxın tanışlarından biri. O kimdir axı? Qonşuluğunuzda yaşayan professor Kokarevin oğlu. Nə deyirsiniz? Yəni Vasya da bizimlədir? Bəli, Vasya da. Biz çoxuq, şəhərin yarısı bizə baxır. Deyirəm axı, son vaxtlar Vasya gündə içib kiflənir, çoxlu pul xərcləyir. Sən də istədiyin qədər kef edərsən. Yaxşı, siz dediniz ki, plyonkanı Vasyaya verim və sonra mən nə edim? Sonra ye, iç, kef elə. Üzr istəyirəm, cənab Rəis, siz tez-tez kefdən söhbət salırsınız. Halva deməklə ağız şirin olmaz. Bəs mən kef etmək üçün pulu haradan alım? Necərən qalma, pulu mən özüm sənə gətirərəm. Nə vaxt? Birisi gün, axşam saat 9-da. Ağayar bala kişi oğlu artıq pul cəhətdən xatircəm olub daha dillənmədi. Araya çökmüş sükutu birinci olaraq Rıjı Valodya pozdu. Yaxşı, de görək bəs çamadanı nə etdin? Çamadanı yandırdım. Hə, içindəkiləri də ötürdüm sola. Necə? Satmısan? Xeyr, hələ satmamışam. Yarım saat bundan əvvəl mən onları əritmək üçün alverçilərə verdim. Bu sözləri eşidən Rıjı şofer qəzəblə Ağayara baxaraq qışqırdı. Qələt elədin, sən nə axmaq adamsan. Bilmirsən ki, o şeylərdən biri ələ keçsə, səni də, məni də asacaqlar? Şoferin hiddətli gözlərindən qorxmağa başlayan Ağayarın rəngi ağardı. Titrək səslə dedi. Narahat olmayın, alverçilər inanılmış adamlardır. Mən çoxdandır ki, oğurluq etmirəm. İndiyədək oğurladıqlarımın hamısını onların vasitəsilə əritmişəm. Bir dəfə də olsun mənə satmayıblar. Əminəm ki, bu dəfə də. Rıjı şofer onun sözlərini kəsərək amiranə tərzdə dedi. Bu saat gedib şeyləri geri alırsan, hamısını da yandırırsan. Əgər şeylərə tamaq salıb, tapşırığımı yerinə yetirməsən, öz taleyindən küs. Baş üstə, cənab rəis, xahiş edirəm, acıqlanmayın. Mən qaydan kimi mütləq şeyləri alıb yandıraram. İnanmıram, qorxuram ki, yalan danışasan. De görüm, çamadanda nə vardı? Heç nə, bir kişi kostyumu, bir uşaq paltarı, 5-6 arvad geyimi, bir də xırım-xırda şey. Bax, səni yenə xəbərdar edirəm. Həmin şeylər mütləq yandırılmalıdır, yoxsa,
deyə Rıj Volodya sözünü yarımçıq kəsdi və sağ əlini boğazına çəkdi. Mən söz verdim, qurtardı. Kişinin sözü bir olar. İnanıram. Danış görək mühəndisin evində axmaqlamamısan ki? Ehtiyatla tərpənmisən, ya ziyad buraxmısan? Xeyr, canınız üçün. İşləri sizin mənə göndərdiyiniz əlcəklərlə gördüm. Ancaq işin lap qurtarında bədbəxt hadisə baş verdi. Mən çirkücləri seyfə yığıb qapısını bağlayanda puskuda durmuş qadın məni tələsdirdi. Gələn var, dedi. Mən tələsik otaqdan çıxanda çolaq qıçım astanaya ilişdi. Ancaq fikir verməyib özümü bayıra atdım. Dabanı itirdiyimi ancaq küçədə hiss etdim. Daha geri qayıda bilmədim. Qorxdum ki, ələ keçəm. Ay, hay, lap işi düzəltmisən ki. İndi onlar it vasitəsilə gəlib səni tapacaqlar. Nə edəcəksən? Deyə Rıj Volodya hiddətlə qışqırdı və ətrafına baxaraq yolda heç kimin olmadığını görüb, sağ əli ilə Ağayarın üzünə bir şillə vurdu. Özlüyündə fikirləşdi ki, bu it oğlu plyonkanı gizlətməsəydi, mən elə onu burdaca o dünyaya göndərərdim ki, bir də belə axmaq hərəkətlər etməsin. Ağayar balakişi oğlu əli ilə üzünü tutdu, ürəyində dedi. Nahaq yerə mən daban məsələsini buna danışdım. Özümü pis vəziyyətdə qoydum. Yaxşı ki, hələ siqaret məsələsini bilmir. Yoxsa elə məni burdaca öldürərdi. O şoferin yanında özünə bəraət qazandırmaq üçün ucadan dilləndi. Nahaq yerə məni vurursunuz. Mən tədbir görmüşəm. Şestolar daban vasitəsilə məni tapa bilməzlər. Mən sizin düşündüyünüz qədər axmaq deyiləm. Evdən çıxan kimi ayaqqabılarımın altına izitirici dərman sürtdüm. Qeyd. Şestoylar. Oğrular arasında milis işçilərinə şestoy deyirdilər. Qeydin sonu. O nə dərmandır? Oğrular həmişə qara istiotdan istifadə edirlər. Mən də bu cür hərəkət etdim. Lenin küçəsindəki mağazaya girib bir qutu istiot aldım. Elə həmin mağazanın altındakı həyətə keçərək onu ayaqqabılarımın altına sürtdüm. Hə, bax bu pis olmadı. Bu işdə ağıllı hərəkət etmirsən. Ancaq bundan sonra ehtiyatlı olmağa çalış. Baş üstə. De görüm istiot qabını nə elədin? Ağayar balakişi oğlu yenə də bir səhv buraxdığını başa düşdü. O istiot qutusunu elə ordaca yerə atdığını, onu gizlətmədiyini yalnız indi yadına saldı. Çox pərt oldu, amma tez özünü ələ alıb dedi. Elə şeylərdən nigaran qalmayın. Qutunu özümlə götürdüm. Bağda yandırıb külünü də yelə verdim. Afərin, yaxşı tərpənmisən. Artıq hirsi soyumuş olan Rıj şofer dedi. Yaxşı, hər şey aydındır. Tez ol, düş indi vaxtım yoxdur, tələsirəm. Sonra danışarıq. Ancaq yadından çıxartma. Şeyləri elə bugün alıb, axşam bağda yandırırsan. Plyonkanı isə sabah gündüz, saat 3-də qapınızın qabağına gətirirsən. Bu dəqiqə düşürəm, ancaq biz hələ pul məsələsini danışmadıq. Bir dəfə sənə dedim ki, birisi gün pulu gətirirəm. Mən pulun miqdarı haqqında danışmaq istəyirdim. Qadın sənə nə qədər verib? 3000. Deməli biz sənə cəmi 2000 borclu qalmışıq, eləmi? Bəli, elədir ki var, bəs mükafat? Öz aramızdır ay çolaq, deyəsən yaman acgözsən ha. Nigaran qalma, sənə hər nə çatırsa vaxtında çatacaq. Ancaq mən mükafatın miqdarını indi sənə deyə bilmərəm. Çünki özüm də bizə nə qədər pul göndəriləcəyini bilmirəm. Bircə onu deyə bilərəm ki, mükafat çox yaxşı olacaq. İndi isə tez düş, vaxtımı alma. Deyə Rıj şofer taksini düz asfalt yolun kənarında saxladı. Şofer elə burdaca çölün düzündə Ağayarı maşından düşürərək yoluna davam etdi. 45 dəqiqədən sonra o, taksini Dövlət Opera və Balet Teatrının yanında saxladı. Bu zaman teatr kassasının qabağında bilet almaqda olan qırmızı sifətli bir kişi dönüb dala baxdı. Taksi maşınının gəlib çatdığını görüb tez biletin pulunu verdi və şoferə yaxınlaşdı. Rıj şofer adi bir qayda ilə qapını açaraq qırmızı sifətli kişini maşına dəvət etdi.
Buyurun əyləşin, sizi hara aparım? Kişi heç bir söz demədi. Şoferin yanında əyləşdi. Maşın yola düşdükdən sonra o şoferi yamsılayaraq "Sizi hara aparım? Cəhənnəmə, cora. İndiyədək harada qalıb batmısan? 10 dəqiqədir ki, yolunu gözləyirəm. Vaxtı gecikdirmək üçün bilet seçməkdən yoruldum. Hələ də nigaran qalmışdım. De görüm, oğlansan ya qız?" Əlbəttə ki, oğlan. Hər şey hazırdır. Mən çolağın dalınca getmişdim. Ona görə yubandım. Adam hoppanmamış hop deməz. Hər şeyin hazır olduğunu nədən bilirsən? Bəlkə şəkillər pis çıxıb. Onda bütün əməliyyatı bir də təkrar etmək lazım gələcək. Allah bilir bir də bu fürsət nə vaxt ələ düşəcək. Mən bir şeyi düzgün öyrənib bilməmiş danışmıram. Biraz bundan əvvəl özüm bu məsələ ilə maraqlandım. Çolaq dedi ki, plyonkanı aşkarlamışam. Şəkillər çox yaxşı çıxıb. Demək, institutdakı adam düzgün xəbər veribmiş. Mühəndisin evində 4 çirkyoj vardı. Çolaq seyfdəki 4 çirkyoju da, bütün yazıları da şəklini çəkib. Afərin ona, deyə qırmızı sifət kişi sevincək dilləndi. Çolağa yaxşı mükafat vermək lazımdır. Onun nəyinə afərin deyirsiniz? Başdan ayağa xətabaladır. Mühəndisin evində ayaqqabısının dabanını itirib. Ola bilməz. O ki təcrübəlidir. Bəlkə boşa düşüb. Olubdur, cənab rəis, olubdur. Bunu sən nədən bilirsən? Özü mənə dedi. Uf, əclaf. Bu hələ harasıdır? Bundan başqa o daha bir axmaqlıq edib. Sözü yarıda kəsmə, de görüm nə edib? Tapşırığımız üzrə mühəndisin evindən çıxardığı çamadanın şeylərini mənimsəmək fikrinə düşüb. Onları satmaq üçün oğurluq mal alanlara verib. Hələ utanmır, mükafat da istəyir. Qələt eləyib, it oğlu it. Əgər belədirsə, onda çolağa başqa mükafat vermək lazımdır. Sabah axşama qədər o mütləq o dünyaya vasil edilməlidir. Yoxsa bizim evimiz yıxıla bilər. Çolağı kim öldürməlidir? Bu işi özün başa çatdırarsan, pis olmaz. Xeyr, xahiş edirəm, məni bu işə qarışdırmayasınız. İndi mənim adam öldürməyə hövsələm yoxdur. Onda tapşır qadına, qoy çolaq gilə qonaq getsin, zəhərli çay dəzgahı qursun. Roja şofer başını tovladı. Bu işi ona inanmaq olmaz. Nə üçün? Allaha şükür o ki, belə şeylərə alışıb. İndiyədək bir çoxunun başını yeyib, qoy birini də artıq yesin, nə olar ki? Dedim ki, baş tutmaz, çünki o çolaqla dostluq edir. Onlar bir-birinə ata-bala münasibəti bəsləyirlər. Qadın deyir ki, o mənim atama çox oxşayır. Bircə bu qalmışdı, it qurd hara, bizim gözəl hara. Daha orasını bilmirəm. Mənə bircə o məlumdur ki, indi onların arasından su da keçməz. Qırmızı sifət kişi hirsləndi. Bura bax, mən zarafat sevən adam deyiləm. Əməliyyata rəhbərlik etmək mənə tapşırılıb. Mən dəstədə intizamın pozulmasına yol verə bilmərəm. İndi bizlərdən heç kimin çolağa yazdığı gəlməməlidir. Çolaq kələfin bir ucudur. O ələ keçsə biz məhv olarıq. Odur ki, əmr edirəm, sabah gün batana qədər çolaq ölməlidir. Harada, necə? Bu məni maraqlandırmır. Bu məsələni sən təşkil etməlisən. Oldu, təşkil edərəm. Planla məni tanış etsən pis olmaz. Vasiyaya tapşıraram, onu zəhərli bıçaqla vurar. Hə, bax bu yaxşı. Planı təsdiq edirəm. Sonra lazım gəlsə bu sirri açmamaq üçün onu da aradan qaldırarsan. Deyə qırmızı sifət kişi bir qədər fikrə getdi. Sonra nəyisə yadına salıb, bununla iş bitmir, dedi. Daha bir tapşırıq var. Buyurun, mən sizi dinləyirəm. Bu gecə radionu yenə də işə sal. Krala radioqramma göndər. Onu da sevindir. Şad xəbəri gizlətmək olmaz. Qoy görsün ki, biz yaxşı işləyirik. Plyonkanı o tərəfə keçirmək məsələsi də çox əngəlli işdir. Soruş gör plyonkanı nə edək? Soruşaram, bu çətin bir şey deyil. Ancaq ehtiyatlı ol, çünki radio verilişlərini tuta bilərlər. Sovet əks kəşfiyyatçıları bu sahədə çox qabağa getmişlər. Onlar istənilən radiostansiyanın yerini dərhal aşkara çıxarmağı bacarırlar.
odur ki, radio verilişlərini müxtəlif yerlərdən aparmaq lazımdır. Allaha şükür, maşın ayağının altındadır. Sür, kefin istədiyi yerə get, radio stansiyanı təşkil elə, sonra geri qayıt. Mən də elə sizin dediyiniz kimi edirəm. Taksini götürüb Sovetabaddan uzaq yerlərə gedirəm. Orada işimi görüb başqa yollarla geri qayıdıram. Afərin. Özü də bir yerdə 2 dəfə radio verilişi təşkil etmə. Hər hansı bir rayona getsən, işini gördükdən sonra o rayonu bir dəfəlik unut, bir daha geri qayıtma. Çox yaxşı təklifdir. Mən bunu qəbul edirəm. Birdən qırmızı sifət kişinin gözü taksinin pul hesablayıcısına sataşdı. 47 rəqəmini göstərirdi. Çünki onlar şəhəri bir neçə dəfə dolaşmış, şirin söhbət etmişdilər. O şoferə dedi: "Tez ol, bu hesablayıcı yazısını ləğv et. Yoxsa birisi rast gəlsə, mənim bu qədər maşında əyləşməyimlə maraqlana bilər." "Öz aramızdır, cənab rəis, deyəsən yaman qorxursunuz." "Xeyr, mən qorxmuram, ehtiyat edirəm. Heç bir zaman yaddan çıxarma. Ehtiyat igidin yaraşığıdır. Özün bilirsən ki, kəşfiyyat işində təcrübəm çoxdur. Başımın tükü sanı iş görmüşəm. Bir çox ölkələri gəzmişəm. Ehtiyatlı tərpənməyə öyrəşmişəm. Sən isə hələ uşaqsan. Kəşfiyyatçı xarici ölkədə özünü elə aparmalıdır ki, onun heç bir hərəkəti düşməndə şübhə oyatmasın. Bax, biz səninlə bu maşında 17 dəqiqədir ki, söhbət edirik. Bu vaxt ərzində sən kəşfiyyatçı üçün bağışlanıla bilməyən 4 səhv buraxmısan. Bu məni əsəbləşdirir. Mən sənin nə üçün belə hərəkət etdiyini anlaya bilmirəm. Olmaya bir neçə il burada cəzasız yaşadığını arxalanırsan. Deyirsən, nə var? Artıq mən də Sovet adamıyam. Heç kim məni tanımır, nə etsəm keçər. Yadda saxla. Qabaqlar belə səhvlər sənin üçün bağışlanıla bilərdi. İndi isə yox. Çünki keçən illər biz heç bir iş görmürdük. Adi Sovet adamları kimi işləyib dolanırdıq. İndi isə vəziyyət başqadır. İndi biz iş görürük, tapşırıq yerinə yetiririk. Ona görə də Sovet əks kəşfiyyatçılarının diqqətini cəlb etməmək üçün hər bir hərəkətimizə fikir verməliyik. Hər bir işdə, hər addımda ehtiyatlı olmalıyıq. Başa düşmürəm, cənab rəis. Mən nə kimi səhvlərə yol vermişəm? Birincisi ilə götürək bu hesablayıcı məsələsini. Burada 47 manat yazılmışdı. Bu deməkdir ki, mən maşında azı 24 kilometr yol getmişəm. Belə hadisə başqalarının diqqətini cəlb edə bilər. Yetməz. Əlbəttə ki, edər. Sorğu-sual başlana bilər. Haradan gəlirsiniz, hara gedirsiniz deyə soruşarlar. Doğrudur, mən sizinlə razıyam. Bu bir səhv. Bəs sonra? İkinci səhv də elə hesablayıcı üzərindədir. Bayaq mən sənə acıqlananda sən onu dayandırdın. Rəqəmi pozdun. Ancaq yenidən işə salmağı unutdun. Bu ikinci səhvdir. Avtomobil müfəttişi maşını saxlayıb mənim nə üçün pulsuz getdiyimlə, hesablayıcının işləyib işləməməsi ilə maraqlana bilər. Belə hallarda yenə də sorğu-sual başlanar. Bununla da razıyam, deyə Rıja şofer əlini uzadıb hesablayıcını təzədən işə saldı. Və sonra qırmızı sifət kişi suala cavab verib soruşdu. De görüm, Sovetabadda ən böyük küçə hansıdır? Stalin küçəsi. Doğrudur, bu şəhərin ən böyük, ən qəşəng küçəsidir. Başqa küçələrə nisbətən həmişə burada daha çox cəmaət olur. Sən məni maşınına mindirəndən bəri avtomobili 3 dəfə bu küçədən sürmüsən ki, bu da başqalarına şübhəli görünə bilər. Bəs, dördüncü səhvim. Dördüncü səhvin də odur ki, şofer gərək heç bir vaxt şəhərin mərkəzi küçələrində avtomobilini yüksək sürətlə sürməsin. Bu, bildiyin kimi, arzu edilməz nəticələrə səbəb olar, deyə qırmızı sifət kişi dəsmalını çıxardıb alnının tərini sildi. Sonra amiranə tərzdə əlavə etdi. Tez ol, maşının sürətini azalt. Rıja şofer maşının sürətini alıb dinmədi. Qırmızı sifət kişi dedi. Hə, nə oldu? Səsin çıxmır. Deyəsən tənqiddən narazı qaldın.
Niyə? Razıyam. Gələcəkdə çalışıb belə səhvlərə yol vermərəm. Mən də sənə kəşfiyyatçılıq işində nailiyyətlər arzu edirəm. Çox sağ ol. Axşam metro aşxanasının qabağında gözlə. Sənə pul gətirəcəm. Nə qədər? Mən 15 nəzərdə tutmuşam. Hərənizə 5000. Axı biz çolağı çıxırıq. Ölü pulu neynəyir? Onda onu sənin, 5-i də qadının. Bəs Vasya o çolağı havayı yerə öldürməz. Yaxşı, yolçuluq eləmə. Ona da 5000 gətirərəm. İltifatınız artıq olsun. İndi deyin görək sizi hara aparım? Vağzala. 5 dəqiqə sonra rıjı şofer qırmızı sifət kişini vağzala gətirdi. O maşından düşüb şoferin pulunu verdi. Ucadan pulunun artığını tələb etdi. Sonra xudafizləşib getdi. Şofer isə maşını sürüb birbaşa qaraja gəldi. İnga Şmigelskaytinin gündəliyi. Təsadüfən elə həmin gün Avropanın başqa bir hissəsində Almaniya Demokratik Respublikasının Grünwald şəhərində ikinci bir hadisə baş verdi. Artıq Hitlerçi faşistlərin və gestopçuların zülmündən azad olmuş Alman xalqı öz tarixində birinci dəfə olaraq Şərqi Almaniyada demokratik üsul idarə yaratmış, ölkədə sosializm qurmağa başlamışdı. Bütün respublikada fabrika və zavodlar fəhlələrə, torpaqlar isə kəndlilərə verilmişdi. Vahid Almaniya Sosialist Partiyasının və şəxsən Respublikanın prezidenti Wilhelm Pekinin səyi nəticəsində ölkədə işsizlik ləğv olunmuş, müharibə caniləri öz cəzalarına çatdırılmışdı. Respublikanın bütün şəhər və kəndlərində olduğu kimi, Grünwald şəhərində də böyük quruculuq işləri aparılmışdı. Çoxmərtəbəli qəşəng yaşayış evləri, fabrika və zavodlar, məktəblər, xəstəxanalar, uşaq bağçaları və körpələr evləri tikilir, geniş asfalt küçələr, park və bağlar salınır, kanallar çəkilir, böyük su elektrik stansiyaları işə salınırdı. Vahid Almaniya Sosialist Partiyası şəhər komitəsinin çağırışı ilə buraya gəlmiş gənclər iməclik keçirir, şəhərin kənarında 4 yol ayrıcında olan uçuq evlərin yerlərini daşkəsəkdən təmizləyirdilər. Yaxın vaxtlarda Respublikanın böyük 4 şəhərini, Drezdeni, Berlini, Breslaunu və Oder çayı üzərindəki Frankfurtu birləşdirən bu yolun kənarında böyük mehmanxananın tikilişi işə başlanacaqdı. Burada Friedrich Engels adına maşınqayırma zavodunda işləyən gənc tornacı Hans Schlüsserin başçılıq etdiyi briqadanın üzvləri daha fəal işləyirdilər. Onların işinin arasını bir dəqiqə belə kəsmir. Başqa briqadaları ötüb keçmək uğrunda var qüvvələri ilə çalışırdılar. Göy gözləri, şabaladı saçları olan çilingər Regina Trotter daha yaxşı işləyirdi. O, külünclə yeri məharətlə qazır, başqalarına nümunə göstərirdi. Regina külüncü bir də yerə vuranda torpağın altından bir qutu göründü. Regina üzünü briqadanın üzvlərinə tutub ucadan dedi: "Uşaqlar, buraya gəlin, ağzınızı şirin edin, konfet qutusu tapmışam." O, daş torpağın altından çıxartdığı konfet qutusunu yoldaşlarına göstərdi. Hans Schlüsser qutunu qızın əlindən alaraq onun pas atmış qapağını açdı. Qutudan bir neçə paslı iynə, üskük, çürümüş sap yumağı, rəngini itirmiş parça, üzünün cizgiləri, çətinliklə sezilə bilən balaca bir qızın fotoşəkli və qalın bir dəftər çıxdı. Üstünə meşin çəkilmiş bu ümumi dəftərin üzərinə kağız yapışdırılmış, rəngi saralmış bu kağızda isə İnga Şmigelskaytinin gündəliyi sözləri yazılmışdı. Rütubətdən dəftərin vərəqləri sapsarı saralmışdı, yazıları çətinliklə də olsa oxumaq mümkün idi. Hans Schlüsser gənclərə müraciət edərək dedi: "Uşaqlar, gəlin tənəffüs edək, Freyleyn İnganın dəftərlərini varaqlayaq, baxaq görək,
Hitler dövrünün məktəbli qızı öz gündəliyində nə yazır? Qeyd. Freylein Almanca qız deməkdir. Qeydin sonu. Gənclər uçulmuş evin yanındakı tək ağcaqayın altında əyləşdilər. Hans dəftəri varaqlayaraq oxumağa başladı. 1 aprel 1945-ci il. Yaşayış get-gedə daha da çətinləşir. Ərzaq tapılmır, aclıq başlanıb. Bu gün çörək normasını yenə də azaldıblar. Böyüklərə 300 qram, uşaqlara isə 150 qram çörək verirlər. Deyirlər ki, bolşeviklər bütün yolları kəsmişlər. Məktəbimizdə də vəziyyət pisləşmişdir. Dərs deyən yoxdur. Kişi müəllimlərinin çoxu cəbhəyə göndərilmişdir. Şagirdlər arasında dedikodu gedir. Hitler rejimindən açıq-aşkar şikayət edənlərin sayı çoxalır. 3 aprel. Məktəbdə şagirdlərin sayı gündən-günə azalır. Varlı almanlar və gestopçular öz ailələrini Qərbi Almaniyaya köçürürlər. Bir çox kasıb və orta almanlar da onlara qoşulub şəhərləri tərk edirlər. Şose yolları qaçqınlarla doludur. Radio xəbər vermişdir ki, artıq bolşeviklər Polşanı almışlar. Bu gün sabah Oderə gələcəklər. Ancaq məktəbimizdə Hitler Yukedin təşkilatçısı Fritz Reutenbach dedi ki, bütün bunlar uydurmadır, qırmızı komissarların təbliğatıdır. Ruslar heç vaxt Almaniyaya ayaq basa bilməyəcəklər, çünki Almaniya hələ qüvvətlidir. Lazım gəldikdə bolşeviklərin qabağını ala bilər. 5 aprel səhər Fritz Reutenbach 4 nəfər gestopçu ilə məktəbə gəlmişdi. Yuxarı sinifdə oxuyan oğlanların hamısını tutub apardılar. Elza Günther dedi ki, onları birbaşa cəbhəyə göndərirlər. Uşaqların hamısı, hətta müəllimlər də Elzadan qorxurlar. Axı onun atası gestopda işləyir. Atam deyir ki, gestopçu istədiyi adamı öldürə bilər. Bunun üstündə onu heç kim təqsirləndirib cəza verə bilməz. 7 aprel. Tarix müəllimi German Schreiter dərs zamanı dedi ki, bolşeviklər bura gəlsələr, əhalinin burun qulaqlarını kəsib onları odda yandıracaqlar. Axşam müəllimin dediklərini atama danışdım. Anam mənim sadə lövlüyümə güldü. Atam isə dedi ki, nə olursa olsun biz buradan heç yana getməyəcəyik. 8 aprel. Bu gün yenə də 2 dərsimiz olmadı. Şikəst olmasına baxmayaraq, coğrafiya müəllimi də əskərliyə aparılmışdı. Şəhərdə kişilərin sayı lap azalmışdı. Küçələrdə ancaq şikəst adamlara rast gəlmək olar. 9 aprel. 2 gündür ki, dərsə getmirəm. Məktəb bağlanmışdı. Şərqdə səhərdən axşama qədər top gürültüsü eşidilir. Deyəsən doğrudan da ruslar yaxınlaşır. 10 aprel. Daha şəhərdə heç kimə ərzaq vermirlər. Çörək zavodu bağlanıb, çünki un yoxdur. Aclıq qalan cəmaatın əhdini kəsir. Acından ölənlər də var. Şəhərdə cəbhədən qaçanlara rast gəlmək olar. Deyirlər ki, dezertirləri tutub güllələyirlər. Bugün belələrindən birini tutmuşdular. Onu meydanda xeyli döydülər. 11 aprel. Atam alverçi olduğu üçün qaçıb haradasa gizlənmişdir. Onun yerini məndən gizli saxlayırlar. Küçə qapısında Elzaya rast gəldim. Ağlaya-ağlaya dedi ki, çəkməçi Bromberg yazıq atamı öldürüb. Ancaq gestopçular atamın intiqamını yaxşı aldılar. Brombergin ailə üzvlərini güllələyib evini yandırdılar. Mənim Elzaya heç yazdığım gəlmir. Axı, yaxşı bilirəm ki, onun atası yazıq deyil, cəlladdır. 12 aprel. Şəhərdə su da tapılmır. Su kəmərləri partladılmışdı. Adamlar susuzluqdan çox əziyyət çəkirlər. Səhər rəfiqəm Berta Freilinger bizə gəlmişdi. Dedi ki, naməlum şəxslər məktəbimizdə Hitler Yugendin təşkilatçısı Fritz Reutenbachı möhkəm əzişdirmişdilər. Qeyd. Hitler Jugend Hitlerçi gənclər təşkilatıdır. Qeydin sonu. Əcəb eləmişdilər.
O bundan da artıq cəzaya layiqdir. Günorta vaxtı Sovet qoşunları şəhərimizə girdi. Bir çox almanlar onları gül-çiçək dəstəsi ilə qarşıladılar. Onların arasında gizli işləyən alman kommunistləri də vardı. Ancaq bəziləri qorxusundan zirzəmidə gizlənmişdilər. 14 aprel. 2 gündür ki, bolşeviklər şəhərdədir. Ancaq onlar heç kimi incitmirlər. Evdə çörək yoxdur. Səhər anam cürət edib məni bazara göndərdi. Bazarda da çörək tapmaq mümkün olmadı. Kör peşman geri qayıtdım. Rus zabitlərinin aşxanasının yanından keçərkən burnuma borş iyi gəldi. Qeyri-iradi olaraq mən ayaq saxladım. Bu zaman aşxanadan bir Rus zabiti çıxdı, məni səslədi. Qorxub qaçmaq istədim, ancaq ayaqlarım mənə qulaq asmadı. Zabit bir kömbə çörəyi mənə verib heç bir söz demədən getdi. Nə yaxşı adamdır. Axşam atam sağ-salamat qayıtdı. 15 aprel. Rus komendantı atamı öz yanına çağırıb. Atam əvvəlcə qorxub getmək istəmədi. Ancaq anam onu zorla göndərdi. Yaman qorxurdu. Atam qayıdıb dedi ki, ruslar onu işləməyə dəvət edirlər. Axı şəhərdə aclıqdır. Aşxanada xörək bişirib əhaliyə satmaq lazımdır. 16 aprel. Rus komendantının tapşırığı ilə atam Astoriya aşxanasını açdı. Ancaq alver yoxdur. Əslində Astoriyanın yalnız quru adı vardır. Bura aşxanadan çox qaranlıq bir daxmaya oxşayır. Atam çox şikayətlənir. 17 aprel. Grunwalda köçmüşdük. 4 yol ayrıcında ev tutmuşuq. 2-ci mərtəbədə yaşayırıq. 1-ci mərtəbədə isə Astoriya yerləşir. 19 aprel. Anam da, mən də atama kömək edirik. Astoriyanın şöhrəti günü-gündən artır. Ancaq qazanc az olur. Çünki ərzaq çətin tapılır. Sovet hərbi komendantı kömək edəcəyinə söz vermişdi. 21 aprel. Komendant vədinə xilaf çıxmadı. O, Astoriyanı vaxtında ərzaqla təmin edir. Həm aşxanaya gələnlərin sayı, həm də qazancımız artıb. Atam gecə və gündüz ruslara dua edir, onları tərifləyir. İndiyədək bolşeviklər haqqında deyilənlərin yalan olduğunu söyləyir. 23 aprel. Artıq ruslar Berlinə yaxınlaşmışlar. Deyəsən, bugün sabah müharibə qurtaracaq. Nə yaxşı olar. Bircə bu Hitleri öldürsəydilər, yaxamız zülmdən qurtarardı. 25 aprel. Qabaqlar çox simiz olan atam axır vaxtlar xeyli səxavətləşib. Son günlər pulu olmayan rus qaçqınlarına xörəyi havayı paylayır. Atam deyir ki, ruslara kömək etmək çox savabdır. Çünki ruslar bu müharibədə yaman əziyyət çəkmişlər. 26 aprel. Bugün qəribə bir hadisənin şahidi oldum. Axşam bir Rus feldfebeli ilə uca boylu, sarışın saçlı bir serjant qız aşxanaya gəldi. Qeyd. Feldfebel Almanca starşina deməkdir. Qeydin sonu. Bu mənim həyatımda gördüyüm ilk Rus qızı idi. Buna görə də onu diqqətlə gözdən keçirdim. Bizim kino aktrisası Marika Roka çox oxşayırdı. Elə bil ki, Marikanın lap özü idi. Serjant qız Marikadan biraz uca boy olması ilə fərqlənirdi. Mən qəsdən yuxarı qalxıb evimizdən Marikanın şəklini gətirdim. Onu serjant qızla müqayisə etdim. Onların sifətində heç bir fərq tapmadım. Serjant qız çox gözəl idi. Hamının diqqətini cəlb edirdi. Bu qızın gözəlliyi məni də valeh etmişdi. Feldfebellə qız küncdəki stola yaxınlaşdı. Stolun arxasında Rus leytenantı və bir sıravi əskər əyləşmişdi. Xörək paylayan Frida stollara pivə paylamağı məndən xahiş etdi. Mən nədənsə işləmək istəmirdim. Bütün diqqətimi o Rus qıza cəlb etmək istəyirdim. Pivə parçalarını stollara daşıyarkən gördüm ki, leytenant əlini üzünə aparıb şəhadət barmağı ilə burnunu qaşıdı, həm də serjant qıza göz vurdu. Mən özümə elə apardım ki, güya heç nədən xəbərim yoxdur.
Qız cibindən bir dərman çıxartdı. Gizlincə onu öz parçasına tökdü. Mən təəccübləndim. Əvvəlcə fikirləşib öz-özümə dedim. Yəqin bu qız xəstədir. Pivə ilə birlikdə dərman qəbul edir. Mənim ona yazdığım da gəldi. Ancaq serjant qızın həmin dərmanlı pivəni özü içməməsi məni heyrətləndirdi. Qız rus dilində nə isə deyib, parçını Feldbellə dəyişdirdi. Mən onların Feldbeli zəhərləmək istədiklərini başa düşdüm, ancaq qorxumdan səsimi çıxarda bilmədim. Nədənsə boğazım qurudu. Onlar çıxıb gedənə kimi əhvalatı atama danışdım. Atam mənə tapşırdı ki, bu barədə heç kimə bir söz danışmayım. Özü isə məsələni Sovet zabitlərinə xəbər vermək üçün Rus komendaturasına getdi. Atam gedəndən sonra biz aşxananı bağlayıb evimizə qalxdıq. Əvvəlcə mən atamın tapşırığına əməl edərək anama heç nə demədim. Atamı 2-3 saat gözlədim. Ancaq o gəlib çıxmadı. Mən qorxdum. Atamdan nigaran qaldım. Ona görə də məsələni açıb anama danışdım. Bu zaman evimizə 2 Sovet zabiti gəldi. Onlardan biri Huptman, o biri isə ober-leytenant forması geyinmişdi. Qeyd: Ober-leytenant, baş leytenant, Huptman, kapitan. Qeydin sonu. Huptman anamla salamlaşdıqdan sonra təmiz alman dilində dedi. Evinizi qorumaq üçün bizi buraya Rus komendantı göndərib. Anam atamın harada olduğunu soruşdu. Ober-leytenant dedi ki, Otto Schmigelskayt komendaturada qaldı. Birazdan gələcək. Ober-leytenantın səsi mənə çox tanış gəldi. Haradasa mən onun səsini eşitmişdim. Ancaq harada? Nə qədər çalışdımsa da yadıma sala bilmədim. Rus zabitlərinin belə sərbəst alman dilində danışmaları məni şübhələndirirdi. Mən onların pis adam olduqlarını anladım. Mən diqqətlə baxdıqda ober-leytenantın kitab rəfinin yanında qurdalandığını gördüm. O dönəndə işıq onun üzünə düşdü. Mən onu dərhal tanıdım. Bu axşam aşxanada Rus feldfebelini zəhərləyənlərdən biri idi. Aşxanaya gələndə o Rus saldatı paqonu taxmışdı. İndi isə paltarını dəyişib ober-leytenant olmuşdu. Bu Rus zabitlər Ruslardan çox bizim qara geyimli gestopçuya oxşayırdılar. Onlar bir qədər otağımızda qaldılar. Anamla müharibədən söhbət saldılar. Müharibənin tezliklə qurtaracağını, Hitlerin bu gün sabah öldürüləcəyini bildirdilər. Az sonra ober-leytenant saatına baxıb Huptmanı tələsdirdi. Onlar vidalaşıb getdilər. Mən o saat anamın boynunu qucaqlayıb bildirdim ki, onlar Rus zabiti deyil, Alman gestopçularıdırlar. Ober-leytenantın cinayətkarlardan biri olduğunu da anama danışdım. Anam onların dalınca çıxdı, mənə dedi, qızım, sən qapıları bərk-bərk bağla, evdən bayıra çıxma, bizi gözlə. Mən gedirəm bu zabitləri güdməyə, baxım görüm nə edəcəklər, məqsədləri nədir? Atamla anam xeyli vaxtdır ki, getmişdilər, hələ gəlib çıxmayıblar. Əgər onlar gecə yarısına qədər gəlib çıxmasalar, onda özüm komendaturaya gedib əhvalatı ruslara danışacağam. Bolşeviklər çox yaxşı adamlardırlar. Şəxsən mənim onlardan xoşum gəlir. İnga Şmigelskaytinin gündəligi burada qurtarırdı. Vətənpərvər alman qızı naməlum səbəbə görə öz gündəliyini davam etdirə bilməmişdi. Brigadir Hans Schlüsser gündəligi səliqə ilə büküb qoltuq cibinə qoydu. Ətrafı sükut bürümüşdü. Hamı fikrə getmişdi. Konfet qutusunu tapmış olan Regina Trotter bu sükutu pozaraq dedi. Görəsən bu əhvalatın axırı necə qurtarıb? Necə olacaq? Yəqin ki, xainlər öz cəzalarına çatmışlar. Deyə Hans Schlüsser cavab verdi. Sonra üzünü briqadanın üzvlərinə döndərib əlavə etdi. Bax, dostlar, indicə siz həqiqi vətənpərvər alman qızı İnga Şmigelskayten ilə tanış oldunuz. Biz İnga'nın sağ qalıb qalmadığını bilmirik. Vaxtilə bunu öyrənərik. Biz də İnga kimi namuslu olmağa, həqiqəti sevməyə çalışmalıyıq. Hamımız sülh, azadlıq və demokratiya uğrunda yorulmadan mübarizə aparmalıyıq.
İndi isə tənəffüs qurtardı, işə başlayın. Mən bu gün gündəliyi aparıb lazımı yerlərə çatdıraram. Bəlkə İnqanın gündəligi kəşfiyyatçılarımıza ya da Sovet komandanlığına lazım oldu. Hans Schlüter iməclik yerindən birbaşa Vahid Almaniya Sosialist Partiyasının şəhər komitəsinə gəldi. Komitədə yaxından tanış olduğu Fəhlə Gənclər Şöbəsinin müdiri Helmut Glokun kabinetinə girdi və əhvalatı ona danışdı. Helmut Lok gündəliyi diqqətlə oxuyandan sonra həyəcanla dedi. Hans, 10 il bundan qabaq baş verən bu hadisə mənim yaxşı yadımdadır. O zaman Sovet ordusunun əks kəşfiyyatçıları bizim şəhərimizdə baş vermiş. Bu cinayətin üstünü açmaq üçün çox çalışdılar. Mahir Sovet əks kəşfiyyatçısı Oktay Çingizov cinayət iştirakçılarından bəzilərini ifşa etdi və bu cinayətin Sovet hərbi qulluqçuları tərəfindən deyil, Gestopçular tərəfindən törədildiyini sübuta yetirdi. Faşistlərdən ikisini cəzalandırılmasına müvəffəq oldu. Ancaq bəzi məsələlər qaranlıq qaldı. İndi İnqanın gündəligi bir çox məsələləri mənim üçün aydınlaşdırır. Biz bu gündəliyi Rus dostlarımıza göndərməliyik. Mən Oktay Çingizovun və polkovnik Lyubavinin harada işlədiklərini bilirəm. Tez-tez onlarla məktublaşıram. Bəlkə İnqanın gündəligi onlara lazım oldu. Yoldaş Lok, deyin görək İnqa sağdırmı? Xeyr, İnqada, onun ata-anası da Gestopçuları ifşa etdikləri üçün işgəncə ilə öldürülmüşdülər. Deyə Helmut Lok ayağa qalxmaqla Schmigel-Skyterlər ailəsinin xatirəsini yad etdi. Elə həmin gün Helmut Lok İnqa Schmigel-Skyterin gündəliyini Berlindəki Sovet işğal qoşunlarının əks kəşfiyyat idarəsinə göndərdi. Friedrich Engels adına maşınqayırma zavodunun 1-ci mexaniki sexində çalışan Hans Schlüter isə gənc tornacıların xahişi ilə öz briqadasına İnqa Schmigel-Skyterin adını verilməsi haqqında məsələ qaldırdı. Çətin imtahan qarşısında. Gecədən xeyli keçməsinə baxmayaraq, polkovnik Lyubavinin kabinetində hələ də işıq sönməmişdi. Qocaman kəşfiyyatçı Anatoli Konstantinoviç ilə onun köməkçisi Çingizov bu gün görülən işlərə yekun vurur, sabahçı işlərin planını tərtib edirdilər. Polkovnik Oktay Çingizovun raportunu dinlədikdən sonra zarafat edə-edə soruşdu. Hə, mayor, deməli nəhayət öz sevimli balerinanı tapdın? İstəyirsən səni təbrik edim? Təbrik edirəm, mayor, təbrik edirəm. Ancaq hələ əlini sıxmıram. Çox tezdir. Balerinanı dustaqxanada, barmaqlıq arxasında əyləşdirəndə əlini möhkəm sıxacam. Polkovnik ayağa qalxıb, bir qədər otaqda var-gəl etdikdən sonra əlavə etdi. Mayor, doğrudur. Kələfin ucu hələ əlimizdə deyil, ancaq balaca da olsa işıq yeri var. Dünən biz hər şeydən xəbərsiz idik. Bugün isə az şey bilmirik. Əvvələn bizə xarici kəşfiyyat orqanlarından birinin mühəndis Əzimovla maraqlandığı məlumdur. Bu kəşfiyyat orqanının hansı ölkəyə məxsus olduğunu sonra aydınlaşdırarıq. Sonra şəhərdə 2 cəsusun fəaliyyət göstərdiyini, onlardan birinin hündür boylu, sarışın, saçlı balerina, ikincisinin isə alçaq boylu, çolaq kişi olduğunu bilirik. Bu az deyildir, mayor. Anatoli Konstantinoviç bu dəlilləri sayarkən özündən məmnun olan adamlar kimi əllərini bir-birinə sürtürdü. Ancaq bizim bilmədiyimiz bir şey də var. Gərək biz balerina ilə çolaq kişinin kimlərlə əlaqədə olduqlarını aydınlaşdıraq. Necə bilirsən, mayor, onlar tək hərəkət edirlər, ya köməkçiləri var? Yoldaş mayor, o hadisədən 10 il keçir. Yəqin ki, bu böyük vaxt ərzində onlar özlərinə bir neçə köməkçi tapmışlar. Çünki az da olsa ölkəmizdə hələ də maymaq, sadəlöv və əxlaqca pozğun adamlar tapılır. Doğru deyirsən, mayor. Çox vaxt sənin saydığın bu adamlar, bir də ki, dünya 5 gündür, gəz, kef elə, fəlsəfəsi ilə yaşayanlar,
Bəzən özləri hiss etmədən, istəmədən düşmənin köməkçilərinə çevrilirlər. Bax, balerina ilə çolaq kişinin köməkçilərini də belə adamlar arasında axtarmaq lazımdır. Bu zaman telefon zəng vurdu. Anatoli Konstantinoviç telefonun dəstəyini götürərək adəti üzrə "Lübavin sizi dinləyir" dedi. Telefonda leytenant Denisovun gür səsi eşidildi. Saşa elə ucadan danışırdı ki, polkovnikin stolundan 1 metr aralı əyləşmiş Çingizov belə onun dediklərini aydın eşidirdi. "Yoldaş polkovnik, danışan Denisovdur." "Dinləyirəm, leytenant, de görək nə oldu? Bir şey öyrənə bildinmi?" "Bəli, yoldaş polkovnik, çox şey öyrəndim." "Bəs canələrin özləri?" "Qaçıb gizləniblər, ancaq onları tapmaq olar." "Yaxşı, yanıma gəl." 2 dəqiqə keçməmiş leytenant Denisov içəri girdi. Salam verib fərağat durdu. "Əyləş leytenant, danış." "Biz evdən çıxan zaman it əvvəlcə izi ilə yaxşı gedirdi, ancaq sonra izi itirdi. Mayor Çingizovun tapşırığı ilə mən şəhərin bütün çəkməçilərini bir-bir gəzdim. Limanın, elektrik qatarı və sərnişin stansiyalarının yanındakı çəkməçilərə daha çox maraqlandım. Hətta bir çoxunun evinə getməli oldum. İndicə bir qoca çəkməçidən öyrənə bildim ki, gündüz saat 3-ə 5-10 dəqiqə qalmış elektrik qatarı stansiyasının yaxınlığındakı çəkməçidə bir nəfər sol ayaqqabısının altına daban vurdurdu. O adam çox narahat imiş. Qatara gecikməmək üçün tez-tez saatına baxıb çəkməçini tələsdirirmiş. "Həmin adamın nişanı ilə maraqlandınızmı?" deyə Anatoli Konstantinoviç Saşanın sözünü kəsdi. "Əlbəttə, yoldaş polkovnik, özü də ki var. Bizim axtardığımız adamdır. Alçaq boylu, arıq bədənli, həm də çolaq." "Afərin, leytenant," deyə Anatoli Konstantinoviç yerindən qalxıb Denisovun yanına gəldi. Onun qarşısında duraraq gözlənilmədən soruşdu. "Bəs qadın?" "Heç bir xəbərim yoxdur, yoldaş polkovnik. Deyəsən bu qadın doğrudan da təcrübəlidir. Nə otaqda, nə dəhlizdə, nə pilləkəndə heç bir iz buraxmamışdır. Məncə balerina avtomobilə minib evdən getmişdir." "Kim bilir, bəlkə də sən doğru mülahizə yürüdürsən. Bunu yoxlamaq lazımdır. Mütləq çolaq axtarılıb tapılmalıdır. Bu yol bizi istədiyimiz məqsədə çatdırar," deyə Anatoli Konstantinoviç bu dəfə özünü Oqtay Çingizova tərəf döndərdi. "Mayor, səhərdən çolağı axtarmağa başlayarsan. Balerinadan nigaran qalma, ona da növbə çatar. Ancaq, mayor, sən biraz istiqanlısan. Tələsməyi bir yana burax. Səbirlə, təmkinlə iş gör. Hər şeydən əvvəl öyrənmək lazımdır ki, cəsuslar mühəndis Əzimovun çertyojları evə gətirdiyini haradan biliblər? Görünür, Elmi Tədqiqat İnstitutunda onların adamları var. Ya da ki, onlardan biri daimi mühəndisi güdür, onun hər bir hərəkətinə göz qoyur. Bunları aydınlaşdırmağı mən öz öhdəmə götürürəm. Sən isə başqa şey öyrənməyə çalış. Öyrən görək, cəsuslar mühəndisin otaqlarının açarlarını haradan tapmışlar? Seyf məsələsi ilə xüsusi maraqlanmaq lazımdır. Cəsuslar seyfə açar tapmaq üçün qabaqcadan onun markasını müəyyən etməlidirlər. Axı onlar əvvəllər heç bir vaxt mühəndisin evində olmamışlar. Deməli, Əzimovun evinə gəlib gedən bütün adamlarla, qohumlarla, qonşularla, tanışlarla maraqlanmaq lazımdır. Baş üstə, yoldaş polkovnik, maraqlanarıq. Axırda Anatoli Konstantinoviç söhbətə yekun vurdu. Mayor, ümumiyyətlə, biz çox çətin imtahan qarşısındayıq. Bu imtahanda müvəffəqiyyətlə çıxmaq asan iş deyil. Ancaq buna bizim həm qüvvəmiz, həm də bacarığımız çatar. Çətinlik çəksək, xalq bizə kömək edər. Oqtay Çingizovla Aleksandr Denisov durub getmək istəyəndə qapı döyüldü. Buyurun, növbəti zabit içəri girdi. Yoldaş polkovnik, Berlindən təcili radiogramma var. Xeyr ola, ver baxım. Anatoli Konstantinoviç radiogramma götürüb güldü, öz-özünə dedi. Bu çox yaxşı oldu, o Vovçiyə doğru qaçır. Sonra radiogramı Çingizova uzatdı. Al, mayor, oxu, bizə təzə bir bəxşiş hazırlayıblar.
Gör Berlindən. Sənin balerinan haqqında nə yazırlar? Polkovnikin Çingizova verdiyi radioqramma bu gün gündüz Almaniya Demokratik Respublikasının Granvüld şəhərindən tapılmış Inga Schmigelskaytinin gündəliyinin surəti idi. Çingizov radioqrammanın məzmunu ilə tanış olub dedi. Demək belə, məsələ aydınlaşdı. Almaniyada starşinanın kim tərəfindən zəhərləndiyi aydın oldu. Uf, məlum qadın, deyə Çingizov dişlərini qıcatdı. Sən nə qədər qəddar imişsən. Eybi yoxdur, sənin zəhərli dişini kökündən çıxardaram. Düzdür, mayor. O, mülayim ürəkli qadın əvəzinə cəllada bənzəyir. Görəsən o kimdir? Bu qadının kim belə cəllad ürəkli edib? Qəribədir. Əgər biz onun həqiqi adını öyrənə bilsəydik, pis olmazdı. Onda biz onun cəlladlığının səbəbini də aşkara çıxarardıq. Oktay Çingizov ayağa qalxdı. Darıxmayın, Anatoli Konstantinoviç. Mən bütün bunların hamısını öyrənəcəm. Cəllad qadını ifşa edərəm və öz cəzasına çatdıracağam. Mən buna əminəm, mayor, deyə Anatoli Konstantinoviç də ayağa qalxdı. Leytenant Denisov da bu cür hərəkət etdi. Oktay Çingizov dedi. Yoldaş polkovnik, inanın, bu 10 il ərzində həmin əhvalat bir gün belə mənim yadımdan çıxmamışdır. Granvüld hadisəsi kəşfiyyatçılıq işində mənim birinci müvəffəqiyyətsizliyim olmuşdur. Mən bu 10 il ərzində o uca boylu balerinanın nə özünü, nə də pəncələri üzərində yeriməsini və addımlarının iriliyini heç unuda bilmirəm. 78 santimetr. İndi sevinirəm, ürəyim intiqamla alovlanır. Siz məni tərbiyə edib böyütmüsünüz, mənə inanırsınız. Bir dəfə o qadın məni aldatmağa, törətdiyi cinayətin izini itirməyə, qaçıb getməyə müvəffəq oldu. Ancaq bu dəfə. And içirəm, bu dəfə o yaxasını qaçıb qurtara bilməyəcək. Balerina mütləq tələyə düşəcək. Mayor Çingizovla onun köməkçisi Denis Anatoli Konstantinoviçlə xudafizləşib küçəyə çıxdılar. Aydın bir gecə idi. Ay bədirlənmişdi, ulduzlar sayrışırdı. Sərin meh əsirdi. Küçələrdə gediş-gəliş çoxdan kəsilmişdi. Yalnız ara bir minik maşınlarının səsi eşidilirdi. Çingizov keçən günləri gözləri qarşısında canlandırdı.